Ana dili təkcə bir ünsiyyət vasitəsi deyil, bəlkə hər millətin kimliyi, mədəniyyəti və düşüncə tərzinin ayrılmaz bir parçasıdır. Amma nə vaxtda ki, ana dili siyasətlə kəsişir, orada yeni mövzular, problemlər, fürsətlər meydana çıxır. Dövlətin dil siyasəti ya dilin qurulmasına və güclənməsinə xidmət edir, ya da zaman keçdikcə onun zəiflənməsinə və yox olmasına səbəb olur. O biri tərəfdən İran siyasətində tanınmış simalardan biri olan Döktür Məsud Pezeşkiyan ana dili və onunla bağlı məsələlər barəsində fərqli baxışlara malikdir. Onun bu mövzulara münasibətini araşdırmaq bizim üçün maraqlı ola bilər. Hər kəsi salamlayıram. Bu önəmli mövzuya qoşulduğunuz üçün çox sağ olun. Bugün buraya yığışmamızın səbəbi hər birimizin ruhunda, qanında və düşüncəsində yaşayan bir həqiqətdir, ana dilimiz. Ana dilimiz bizim kimliyimiz, tariximiz, ruhumuzun aynasıdır. Bir xalqın dili onun varlığının sütunudur. Bu sütun sarsıldığında millətimizin də varlığı təhlükəyə düşür. Otağın taytelini də oxuyursunuz, görürsünüz, amma hər zamanki kimi bu tayteli nədən deyirik? Çünki sonra eşidənlər bilsinlər biz nə mövzunun üstündə və nə məsələləri aparacağıq qabağa. Otağın tayteli ana dili, siyasət və Pezeşkiyan haqqında danışığımız olacaq. Bu 2 saat içində bu mövzunu müxtəlif cəhətlərdən incələmək istəyirik. Birinci ki, ana dilinin kimliyi və ictimai inkişafdakı rolu. Bu birisi məsələmiz ki, yazılıbdır, siyasətdir. Siyasət dilin yeri, siyasətdə dilin yeri və dövlət qərarlarının dilə təsiri. Pezeşkiyanın ana dili və dil siyasəti haqqında fikirləri. İstəyicimizdə tamam fəaliyyətlərimizdən dəvət eləmişik və mən çox təşəkkür edirəm o fəaliyyətimiz ki, qətlən bizə vaxtını verdilər və çox təşəkkür edirəm. Xüsusən bu gün əziz bir dənə Aydın Muralarlı hörmətli bizə qatılıblar və mən məmnunam ki, mənim dəvətimi qəbul elədilər. Həttəmən ki, hamımız tanıyırıq və amma yenə də dediyim kimi onlar ki, eşidəcəklər, təsviri burada vardı, amma eşidənlərə görə mən mərifçilik edirəm. Hörmətli Aydın bəy bizim yazarımız və siyasi fəalımız, mədəni fəalımız və hər zaman hərəkət eləyən bir düşüncələri var. Yəni tövsifi halətdə deyil, icrai halətdə həmişə pişnahadlar olur. Bəlkə bu gün də bizdən çox şeylər paylaşırlar. Əziz digər əzizimiz, hamımıza tanış böyük ustadımız, hörmətli Döktür Rəhim Ağbayraq və mən dünyalarca təşəkkür edirəm. Çox öyrəşmişəm onlardan. Bizim əziz tarix yazarımız, Azərbaycan tarixinin yazarı, Sümerşinasımız. Bir çox mühüm mövzuya bu gün toxunacaqlar. İlk dəfə Demokrat Azərbaycan hökumətinin dövründə qəzetələrdən istifadə edib Mircəfər Pişəvərinin ana dili haqqında bir nəqli qollar bizlə ortaya qoyacaqlar. Çox əziz və dəyərli, hörmətli Əlifzə Ərdəbili cənabları bizdədir. Bilirsiniz, Tribun Risanəsinin yöneticisi və bizim əziz və böyük siyasi təhlilgərimiz, yəni tamam mövzularda təhlillər var. Azərbaycan fəal siyasi fəalıdırlar. Xanım Jalə Təbrizi bizə qatılacaqlar. Əlbəttə biraz məşğuldurlar, istəyicdə olacaqlar. Hörmətli Ay Raşidi cənabları qatılacaqlar inşallah. Bəlkə onlardan çox eşidək. Digər fəalimiz də inşallah qatılınca bir həm mərifçilik elərəm. Bu cəhət bu ki, bizi eşidənlər sonra mərifçilik olunur. Sizlər ki, hər halda istəyicdəkiləri görürsünüz və tanısınız. Mən çox söhbət eləməyəcəyəm. İnşallah bəli bir şey məsələ ki, hər zamanki kimi deyim, otağımızın bir tarixində deyim. Bu gün şənbə günü İsfənd ayının 4-1403, Fevriyyənin 22-si 2023. Umud edirəm ki, gözəl bir söhbətlərimiz olacaq və hər kəsin dəyərli fikirlərini də biz çox könüllücə eşitmək istəyirik. Hər bizim fikri bizim üçün çox dəyərlidir. Mən deyirəm, hər zaman gəlin birlikdə düşünək, danışaq və səsimizi gücləndirək. Çox sağ olasınız. Mən otağa icazə versəz, hörmətli Döktür Rəhim Ağbayraqla otağımızı başlayaq. Döktür Rəhim bəy, buyurun siz, mayk sizdə. سلام هر وقتش خیر olsun inşallah.
Mən də bütün yoldaşlarımıza uğurlar dilərim. Bu rəhmətlik günlərimdə çox yad elədim. Onu Profesor Zehtabının məruf və məşhur şeiri ilə istəyirəm başlayam ki, deyir: Su deyibdir mənə əvvəldə anam, ab ki yox. Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox. İlk dəfə ki çörək verdi mənə, nan demədi. Əzəlindən mənə duzdanə nəməkdan demədi. Anam əxtər deməyibdir, ulduz deyib o. Su donanda deməyib yaxdı bala, buz deyib o. Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o. Mənə heç vaxt bia söyləməyib, gəl deyib o. Yaxşı xatırlayıram yaz günü axşam çağlar, bağçanın gün çıxanında ki ılıq gün yayılar, gəl deyərdi darayım başıve ey nazlı balam, gəlməsən gər bacığın astaca zülfün dararam. O deməzdi ki bیا شانه زنم بر سر تو گر نیایی بزنم شانه سر خواهر تو. Bəli, daş yağsa da göydən, sən olsan, mən də buyam. Var sənin başqa anan, vardı mənim başqa anam. Özümə məxsus olan başqa elim vardı mənim, elimə məxsus olan başqa dilim vardı mənim. Əslində bu otağın fikirlərim qurulması bu səbəbdən oldu ki, ana dilinə görə bir hərəkətləri oldu, bir ittifaqlar yetişdi. Bu illərimə qabaqki illərdən də daha fərqli oldu. Tarixçəsinə baxanda bu ana dilinin bilirik ki 1952-də bu Doğu Pakistan ki əlbəttə o zaman hələ Bangladeş olmamışdı, yəni bağımsızlığa yetişməmişdi, müstəqil olmamışdı. Dhaka şəhrində bu tip öyrənciləri çıxırlar eşiyə. Bunlar Bengali dil istəyirlər ki, ordu dili ki oranın rəsmi dilidir, bunun yanında öz dilləri, ana dilləri Bengali dildə tədris olunsun və çox müsalimətaməz bir təzahürat idi. Amma polis bunlara qarşı durur, tirəndazlıq eləyir və bunlardan neçə sayısı da ölürlər. İstiqlaldan sonra, yəni bağımsızlığa çatandan sonra Bangladeş bunu پیشنهاد verir 17 novembr 1999 və bu 21 fevriyə ki bəzi zamanlar 2 isfənd, bəzi zamanlar 3 isfəndə düşür, bunu ana dili günü tanıtdırırlar. Yəni hüdudi 25 ildir, çox da uzun bir zaman keçməyibdi bundan. İranda bu bayram ayı ki, İsfəndə bayram ayı deyirik türküdə, 82-ci ildə bu danışçılar Danışgah Tehranda buna görə bir törənləri olur, bir yığıncaqları olur və o zamandan ana dili də İranda yəni rəsmiyyətə keçir, tanınır və ilbəil bu güclənir, amma bu il bir miqdar dastan fərqli idi. Bu səbəbdən ki, neçə günlər bundan qabaq ağay Pezeşkiyanın danışığında bir fərdi gəldi, bir kağız verdi ki, bu türkü şeir oxumasın və biz bunu yayanda bu ana dil gününə də işarələdik. Mərdumun həssasiyyəti çoxaldı. Yəni bizim fəallarımız bir müqəddəmə çini ilə gəldilər. Bərxəlafa hər il ki, o gün birdən-birə axşamısı neçə nəfər var ki, bu gün ana dili günüdür. Bu illərimə tərtibli gəldik qabağa xoşbəxtanə. Və bu باعث oldu ki, çoxlu پیشنهادlar da oldu. Əlbəttə bu پیشنهادların bir sırası heç əməli də dəyirdi. Yəni mən zamanı ki eşitdim, bir tədad istəyirəm balkondan qışqıra, bir tədad istəyirəm maşın saxlaya. Bilirsiniz bu indi burada söz açılıbdı, qoyun bunu da elə deyim başlanışda. Neçə il bundan qabaq bizim bir bu məsələn böyüklərimizin biri ki ayrı ölkədədir. O tərhi vermişdi, pişnadı vermişdi ki, filan münasibətə bizim etirazımız olacaqdı. Təbrizdə Rastlaşçı azında axşam saat 5-də cümə günü. Və baxanda biz görürdük ki, o cümənin qabaqçı günü, sabahısı tətil gündür. Yəni yay ola, saat 5 ola ki, Təbrizdə günorta çağıdır. Yəni heç kəs çıxmaz eşiyə saat 5-də. Cümə ola və 3 gün tətil ola ki, hamısı ya vilada, ya şimala gedib, ya gəzdədirlər. Rastlaşçı azında yəni milçək yox, iş mığmığa da uçmaz. Və təbiidir ki, o tərh şikəst yeyəcəyidir. O tərhlər şikəst yeyirlər,
çoxları. Çünki faqıdır bu ki biz şəraiti nəzərdə tutaq, buranın mövqeyyətini nəzərdə tutaq, Rastövsazin əslən mövqeyyətinə baxaq və hər seri bu tərhlər də şikəst yeyirlər. Bizim cavanlarımızın əl-qolu daha çox susdalır. Axı indi o tərhləri verən yoldaşlarımızdan sualım mənim budur ki, Təbrizdə 3 gün, 4 gün qar yağacaqdı. Hələ biraz yağdı, biraz yağmadı. Kim balkona çıxardı? Kim qışqırsaydı sən o birisi camlar bağlı eşidərdilər bunu. Bir nəfər qışqırdı. Cam yayda məsələn açıq olar, gecə saat 9-dan işıq olar Təbrizdə yayda, gərək saat 10 olar. Yəni bu tərtib etiraz ki istəyir, aksiya ki istəyir göstərə, bu gərək əməlli və məqul ola. Ya maşını sən məsələn hətta baxın bu günün də nəzərdə tutmurdular ki, 21 fevriyə bu illərimə düşür 3 esfəndə. Bayramın 3-ünə düşür bayram ayının. Bu iki kiralık ki birazı iki deyirlər, iki isfənd, birazı üç isfənd deyirlər. Yəni yarı bölünür da bizim gücümüz. Bu faqid əməl gərai olmaq mənə ay Fərşid Yekani əziz fəallarımızdan ki bu günlərdə ittifaqən onun pərvəndəsini Tehrana veriblər. Çox çətin şəraitdə mübarizə edir və çox alqışlamalı bir insandır. O mənim yorumumu, baxışımı soruşdu. Mən dedim bu kitab paylama hamısından çox əməli tərdir. Yəni qar da yağar, fərd də ola, məsələn xəzinə əmniyyətçisi də olmaya, yəni hər zadı nəzərdə tutaq, müəssir də ola, gözə də gələ. Necə ki bu ittifaq düşdü və biz ilk dəfə şahid olduq bir işlər heç qabaqçı illər olmamışdı. Məsələn, bütün bu Fars mediası ki, xaricdədirlər, BBC-dən, İran International-dan, bilmirəm, VOA-dən, tamam bunlar hamısı çoxlu postlar vurdular, paylaşdılar. Məcbur oldular, yəni bunu görməzdən gələ bilmədilər. Ya İranın öz içərisində siz neçə dənə mədrəsə, Zəncanda, Təbrizdə, mədrəsələrin içərisində əslən rəsmi mərasimlər tutdular və ya məsələn bu Ətləs pasajındakı gəldilər və gözəl bir bərnamə, alqışlamalı bir bərnamə idi. Ya bu Bunyad İranşinası, əlbəttə İranşinası deyəndə mən İranşinası gərək deməyəm, İran şəhri gərək deyəm. Çünki İranşinası yəni gərək İranın hər yerini tanıya da, İranın içində olan kültürlər, uyğaylıqlar, ya məsələn dillər, hər nə mənə ki vardı, bunlar tanıya. Bu işi fəqət Firdevsiyə həsr oluna, fəqət Fars dilinə həsr oluna. Yəni در راستای o siyasət tək zəbani təhdillilik gedə qabağa bu ərzişi yoxdur. Orada da hətta bir rəsmi bərnamə oldu ki, müvəccəh bizim fəallarımızdan çağırdılar. Hərçənd ki o bərnaməni də çalışdılar ki, haşiyə, tənişə çəksinlər ki, hələ söz söhbət var, amma orada da məqul bir söhbətlər oldu. Bunların hamısını biz nəzərdə tutanda yetişirik bu ağay Pezeşkiyana. Əlbəttə ağay Pezeşkiyana mən bunları dedim, müqəddəməyi olsun. Ondan sonra əgər fürsəti olsa, çünki istəmirəm ki, mütəkəllimul vəhd olan belə mən danışam və başacan gedəm, söyürəm ki, o birisi baxışlar da burada, yorumlar da burada açıqlansınlar, danışılsınlar və qeydək ağay Pezeşkiyanın durum, mövqeyiyyət və əlində olan güclər, tavanların bunların hamısını bərrəslik eləyək görək aya bu biz bundan intizarımız düzdür, əvvəldən heç düz idi, indi düzdür, sərab göstərmirik cavanlarımıza və bu haqqda danışaq. Hətta əgər fürsəti də olsa, mən çox söyürdüm ki, çünki mənim danışqahdakı riştəm pedaqoji idi. Bu baxışdan ki, ulum tərbiyyətdə, amuzişdə və eğitimdə bu təkdilliliğin ya ana dilin olmamağı nə təsirlər ola bilər bizim əsabımızda, bizim öyrəşməyimizdə. Çünki bunlar çox dif elirlər bu İran şəhərlər ki, çox yaxşıdır, iki dillilik çox yaxşıdır, bu bahis olur huşu da getsin yuxarıya, mövqeyyət də getsin yuxarıya. Əgər bu ölüm yaxşıdır, bəniyə bir özvə bunu istəmirsən, onda əgər iki dillilik yaxşıdır, gəl İranın əksəriyyət dili ki, türküdür, onu da sən uşaqlara öyrət. Yəni bunu da rəsm elə, məcbur olsun bunu da öyrətsin ki, onlar da huşlu olsunlar. Əgər bu vaqəən sən buna etiqadın var və inanırsan. Mən sözümü burada qurtarıram və istəyirəm ki, o birisi yoldaşlarımızın nəzərini işlət, ta gələm fürsəti olsa bunlardan da söhbət eləyək. Sağ olun. Aydın bəy, buyurun siz, mic sizdədir. Salam hörmətli dildaşlar. İlk öncə mən Dünya Ana Dili Günü sizlərə təbrik edirəm və arzu edirəm ki, bizim də millətimiz bütün millətlər təkin öz ana dilində danışmağa çatsın, o həqqə çatsın. Burada əlbəttə dil haqqında danışan uzmanlar var və məndən daha yaxşı dil konusunda
eləyə bilərlər, tozih verərlər, anladarlar. Fəlsəfə və siyasətdə bəzi kilidi cümlələr var. Onlardan biri də təzadları görüb onları əsli fərriyə ayırtmaq və sonra da əsli təzadın üstünə zoom olmaq. Düşünün bir qəzaya, təsadüf biz deyirik, birisi keçirmiş, onu və müxtəlif yerlərdən yaralanmış. Onu götürərlər urjansa, doktorun vəzifəsi budur ki, təşxis versin ki, hər çox yeri yaralıdır, amma onun əsli müşkülü nə belədir və onu müalicə eləsin. Və əgər o təşxisin yanlış versə, mümkündür ki, hətta o məriz həyatını qayb edə və doktor tamam çabaları boşa getsin. Siyasətdə də elə məncə belədir. Əgər bir mübarizənin əsli təzadın təşxis verənməsək, düşmənin, mesela həqiqi düşmənin mahiyyətini tanımasaq, bütün zəhmətlərimiz, bütün mesela fəaliyyətlərimiz boşa keçə bilər. Baxın, məşrutədə çünki dünya oyun quranların oyununa gəlib və məşrutəni mesela əsli müşkül gördük, utuzduq. Halbuki onların oyunları ayrı bir şeydi. Təzad o dəyirdi. Müsəddiq zamanında da təzadda əslini ingilis gördük. Amerikanın qucağına düşdük. Elə Bəhmən inqilabında da təzadda əslini şah gördük və nə sistem və nəticəsi 46 ildir ki, gözümüzün qabağındadır. Dediyim budur ki, milli hərəkətdə də mütəəssüfanə elə aynı sorunları biz yaşayırıq. Doğrusu hələ özümüz də tam olaraq nə istədiyimizi, kimdən istədiyimizi və necə ala bilirik sualına cavab verə bilməmişik. Onun üçün də stratejimiz ola bilməz və strateji olmasa da ona uyğun taktiklər belirləyə bilmərik. İndi gəlin dil konusuna. Baxın, bəlkə çoxları vətəni və torpağı əsas alır. Mən özüm insanı əsas alıram. İnsansız toprağın mənası yoxdur. Yəni, insan əsl insandır və insanın hüviyyətinin təməli də dildir. Düşünün dostlar, Misr, Əlcəzair, Əraq, Latin Amerika və Afrikada çoxlu dövlətlər vardı ki, zahirdə vətənləri, torpaqları vardı və insanlar da üstündə yaşayırdı. Amma dilləri aradan getdikləri üçün mahiyyətləri dəyişib və asimilə olublar. Yəni, özgələşiblər. Yəni, bugün Misr, orada insan da yaşasa, torpağı da olsa, daha o finiki deyir, başqa bir mahiyyət alıblar, başqa insan olublar, asimilə olublar. Bəs o zaman dilin insanın hüviyyət tapmasında əsası nəqşi vardı və onsuz əsən necə deyirlər, başqa bir mahiyyətə dönüşür. İndi bunu bildikdən sonra dostlar, baxaq görək ki, biz bu konuda ki, dilin bu qədər əhəmiyyəti vardı və dil olmasa, dərvaqa nə vətən var, nə millət qalır o hüviyyətdə, o şəkildə. Hədəf budur ki, az işləmişik, çox işlər görə bilərdik. Baxın dostlar, ən az 6-7 milyon, hətta deyirlər bəzən 8 milyon İran adlanan ülkənin yurt dışında yaşayan vətəndaşı vardı ki, gəliblər burada pənahəndə olublar. Və 3 milyon da İrandan hər il çıxırlar, gəlirlər xüsusən Türkiyə və Azərbaycana və başqa ölkələrə. Yəni, demək olar ki, Azərbaycanlılar ki, eşikdədirlər, ən az 2 milyondur. Yəni, çoxlu bəzi ülkələrin nüfusundan çox Azərbaycanlı Avropa və Amerikada yaşayır. Bu böyük bir potansiyel. Və əgər biz eləyə bilsəydik ki, bu 3 milyona yaxlaşaq və ya o 1 milyon Azərbaycanlı ki, Türkiyəyə gəlir, onlarla irtibat quraq, çoxlu işlər görə bilərdik. Amma biz eləyənmədik o rabitəyi sistematiki millətimizlə quraq. Eləyənmədik haqlı davamızı hətta Avropadakı da rejimin çətrinin altında əmniyyəti məsələlər yoxdur, onlara çatdıra bilək. Və bu bizim həqiqətən böyük bir zəifimizdir. Deyirik ki, İran adlanan yerdə bunlar asimilə olurlar. Bəli, hakimiyyət bunları asimilə edir. Bəs eşiyə çıxanlar nə? Əgər biz İranda, xüsusən Fars bölgələrində belə bir kəlmələrlə, belə bir sözlərlə tanışıq ki, deyirlər, ana babam türkdür, bəli mən türk deyirəm və türkü bilmir.
Bu günlərin bir nəslinlə müvacih olmuşuq Avropada və Amerikada ki, deyirlər babam və ya böyük babam Azərbaycanlıdır, amma mən Almanlıyam, Suedliyəm və Azərbaycan dilini bilmirəm. Yəni burada da biz öz əlimizlə öz balalarımızı asimilə eləməyə məruz qoyduq və nə yazıq ki, əbtər oldu. Həqiqi bir təşkilat olmamışıq mütəəssifانه. Həqiqi bir tudəmizlə eləyənməmişik rabitə orqanik quraq. Həqiqi bir qurum olmamışıq. Beynəlmiləl səhnədə eləyənməmişik millətimizin haqlı səsini çatdıraq. Məsələn, baxın, Türkiyədə bizim çoxlu təşkilatlarımız və fəallarımız var da və ildə yüz minlərcə, hətta milyonlarca Güney Azərbaycandan gəlir Türkiyəyə turist olaraq və orada gəzirlər, dolanırlar və gedirlər. Biz nə eləyə bildik oradakı pənahəndələrə bir qurum yaradaq, hərfeyi şəkildə ki, orada gəlib və Türkiyədə pənahəndə olanlara yardım eləyək ki, onları dərvağı cəzb eləyək, onlara kömək eləməklə milli hərəkətə dərvağı bir kad yarada bilək və o millətimizin dərdli və başı bəlalı insanları ki, qoyubla məmləkəti gəliblə Türkiyəyə, Türkiyədə də sorunları vardı, onlara bir çözüm tapaq, kömək eləyək. Və nə dil klasları ciddi şəkildə və yüksək səviyyədə eləyə bildik Türkiyədə aça bilək. Bir sıra küçük və məhdud işlərdən sonra həqiqətən biz bu milyonluq Azərbaycanlılara nə iş görmüşük? Hangi qurumu qurmuşuq? Aya pənahəndələrə ciddi köməklik eləmişik? Aya qadınlarımız bir qurum yaratmışıq ki, Məsih Əli Necat təkinlərin damına düşməsinə? Aya eləyə bilmişik, məsələn, gənclərimizə bir yer yarataq, bir qurum yarataq ki, orada həm gənclərimizi bir araya gətirək, həm onlara dil öyrədək, həm də eləyə bilək, gələcək nəsli tərbiyyət eləyək? Yox. Aya eləyə bilmişik bir kültür mərkəzi açaq, sabit ki, güclü olsun və hər kəsin gəlib gedən yeri olsun. Gözümüzü açmışıq ki, görək Azərbaycan, Şimali Azərbaycan bir yer açacaq və biz də oraya gedə biləcəyik ya yox. Televizyon açmışıq. Televizyonlarda çıxıb fəqət təxribat aparmışıq. Dil öyrətmək yerinə elmi bəhslər, siyasət nədir, niyə assimilasyon nəməlidir, nə cür eləyə bildik hüquqsal olaraq bunlardan vazgeçək, psixoloqları çağırıq, tarixçiləri çağırıq. Bunların yerinə daha çox bu televizyonlarda təxribat keçib və ya özlərini mətrəh eləmək keçib. Amma həqiqətən 2-3 kitab yazmışıq, məsələn, milli travma haqqında. Sosioloji, psixoloji, hüquq və siyasət açısından milli mübarizəni nə cür qabağa apara bilər, metodları nəməlidir, tarixçəsini filanın anlatmışıq. Yox. Hər nə vardı, 21-ci nəslin dərvağı biz səmərələrini giyirik. Zehtabi təkinlərin, heyət təkinlərin, rəisiniya təkinlərin, sərdariiniya təkinlərin mütəəssifanə dərvağı əsərlərindən faydalanırıq. Bu nəsil taza, yəni ikinci nəsil eləyənmədi, öz ülkələrə tolid muhtəva eləsin və bir boşluq yaranıbdır milli hərəkətdə mütəəssifanə. Biz ta eləyənməsək bunlardan geçək, müvəffəq olamayacaq, ana dilimizi də qoruyaq. Biz mütəəssifanə, baxın, misal deyirəm, xaricdə gəlməmişik, musiqi, ədəbiyyat və şeir gecələri qoyaq. Musiqi, ədəbiyyat və şeir müsahibələrini düzənləyək. Qadınlarımıza xas əncümənlər yaradaq, onları fars şovinizmin tuzağından qurtaraq, bayaq da dedim. Təbrizlilər, Urumiyələr, eyni Türkiyəlilər təkin, Ərdəbillər və xülasə hər bəhanə ilə milləti toplayıb, ailələr bir araya gətirib, öz dilində neçə saat danışmağa bərnamə töhməmişik. Türkiyəlilər görürsən ki, məsələn, Balıq əsirlilər, nəm İstanbullular, İzmirlər gecələri qoyurlar. Biz hətta Azərbaycan gecəsi belə doğru dürüst qoyulmadıq və 10 minlər nəfəri yox, minlər nəfəri yığanmadıq bir araya. Amma iddialarımız çox böyükdür. Amma əməl yox. Axı bu ac yapılar olmadan biz nə cür eləyə biləcəyik, məsələn, o siyasi iddialarımıza yetişək.
Nə cür eləyə biləcək Güney Azərbaycanda və İran adına yerdə təsirgüzar olaq bir anda ki 3 milyonluq Avropa və Amerikadakı cəmiyyətimizə nüfuz eləyəmirik. Yüz minlərcə Azərbaycanlı ki Türkiyədə vardı, onlara eləyəmirik. Xitab edib və onları cəzb eləyə bilər. Və getdikcə də balacalaşırıq. Balacalaşdıqca da adlarımız, təşkilatlarımızın adları daha böyüyür. Çireli çəkəndir. Hörmətli Əli Rza Ərdəbli cənabları, sizi də bir qısa eşidək. Bəlkə bir 10 dəqiqənin üstündə tənzim eləyəsiniz. Çünki istəyirəm 2 saatda sizin çox vaxtınızı almayım ona görə. Buyurun Əli Oldu, Rza çox bəy. sağ olun. Salamlar arz edirəm sizə. Mənə dəvət üçün çox sağ olun Kimya xanım və dostlara da salam arz edirəm. Aydın bəy dediyi söhbət, bu məsələ budur ki, aya, yəni o şərti ki qoyub, biz gərək belə olaq. Aya onu bir yerdə yazıbdır. Onu hansısa siyasi elmlər şaxəsində, hansısa bir siyasi elmlərdə, hansı bir universitetdə, hansı bir təcrübə əməlidə belə bir şey var ki, bir millət ki istəyir özünü asimilasyondan qutara, özünü boyunduruqdan qutara, özünü zülmdən qutara bilirlər, bu şeylə eləmədi. Bu yana heç günə və heç günə və heç günə bunun şablonu yoxdur. Və o işləri ki bizimkilər görürlər, içəridə və xaricdə. Həqiqətən bu təhsinə layiqdir. Mənim nəzərimə bu məlamətiyyə sinindən qurtarmalıyıq biz. Özümüzü məlamət eləməklə cəmaatı ruhdan salmaqda bir şey yoxdur. Belə bir şablon yoxdur. Nə mənə ki, içəridə çöldə eləyirlər, bax o sırağa gün ki, Ətləs alış-veriş mərkəzində vardı ya, onu dövlət eləyə bilməzdi. O böyük məsələ idi. Pezeşkiyanın acı indi biz bu dövrdə danışa bilmədik, hərəmiz Səhra Kərbalaya keçdik. Sonra Vəli Pezeşkiyan məsələsi böyük məsələdir. Orada əlinə yaddaşıyalı, deyir ki, bilirsiniz nə var? Mənə deyiblər ki, türkü danışma, Vəli mən danışdım sizə. Yəni bilin, məsələ məndir. Onu bizə danışır. Onu dövlət eləyə bilərdi deyə, bağışlayın, vaxtımız qurtarı başqa bir tədbir edir, yalandan bir şey deyə bilərdi, üstündən keçir. Bizə dedi onu. Dedi, bu qəziyyə budur. Bu məsələ, şəhrdar, Təbrizin şəhrdar dedi, mən bir dənə ildə bir gün ana dili günü qəbulləməyəm. Hər gün ana dili günüdür, hər gün qadınlar günüdür. Və filan da bunu tədbiri görürsünüz, danışır. Aha, bu hər ikisi və qalan şeylərdə, indi Ay Bərgi, Rəsul Bərgi, Şura şəhər Təbrizdən, ondan sonra Rəhmətullah Bəydəli, Zəncandan, Ərdəbildə o bir dənə, yaxşı bir dənə molla var, keyfiyyətli molla var, deyib, onu belə xoş sima. Onun da, bunlar bu söhbətləri deməklə və Ezən traktor məsələsi ilə Qəli Babaki ilə 2006-da təzahüratda radikal şüar verməmək və Allah Peyğəmbərə, imama, rəhbərliyə, İmam Cümiyə qarşı bir söz deməməklə həzinə hərəkətlə şirkətləmək cəmaat üçün bu bizim siyasi aktivlərimiz aşağı gətirdilər və bu çox dəyərli bir işdir. İndi bu günləri bir nəfər çıxıb konsert verir, bəlkə ürəyində o, məsələn, evində gedir, məsələn, Hümeyriyə qulası, hə? Və biz Azərbaycanı yoxuz. Bizi onu görüyoruz da, cəmaata da onun təsiri vardır. Çox sağ olun. Dötürən bəy, buyurun. Çox sağ olasınız. Mən çox söymürəm bəhsdən çox eşiyə, yəni bugünkü ortamı istəyirik burada həllazlıq eləyək. Əgər istəsək hərəkət millinə asib şinas eləyək, yəni görək haralardan çəkirik. Ya eləyə bilək suçlayaq, naumid olaq, ya yox, izafə ümidvarlıq verək. Hər ikisində mən qorxunc görürəm. Bu iki bizə həm Biriyanın bəhsində, bu Clubhouse-da, həm Müzəffərəddin Şahda işarat tarixi olanda dedik ki, biz İranda olan gedişatı və o təhavvülatı eləyə bilmərik. Dünya siyasətindən ayrı görək. Yəni o dünya siyasətində olan dünya savaşı ola, Rusiyanın inqilabı ola, Japonla savaşı ola, bunların hamısının etkisi var idi İranda olan təhavvülata. Yəni pişəvərinin gəlməyində, getməyində, xiyabanın gəlib getməsində, məşrutiyyətin olmasında bunların hamısının təsiri var idi. Bugünkü ittifaqlardakı gedirlər və düşəcəklər bir bölümü bizim əlimizdə, bir bölümü dünyanın əlindədir. Yəni bu iki indi Trump gəlibdi, dolar gedir yuxarıya. Nə müamilələr eləyəcəkdir Putin ilə, o Erdoğanla nə müamilə eləyəcək, Çin ilə nə müamilələr olacaqdır. Bizim də həyatımızda və gələcəyimizdə təsiri var. Amma burada bir dənə də ayrı məsələ vardı. Bu dünyanın müamilələrində həmişə o potansiyellərə göz atırlar. Yəni əgər dünən ya İsrail gün istəyirdilər bir işi görələr, çə fişarı varid eləyərlər, çə təhvül yaradırlar. Baxırlar, bu güclər, o neyrolar ki İranda vardılar. Aya bu Pəhləvidir, bu alternativ olacaqdır, yox bu Rəcəvidir, bu alternativ olacaqdır, ya bu federalizmdir. Yəni bunları da meydana gətirirlər.
Pəs bizim öz içərimizdə güclənməyimiz və özümüzü bu ünvanı bir dənə neyrosabit eləmək eləyə bilir onların da təslimlərində təsir qoya bilsin. Bunu çox vazeh və da açıq dedim biləm burada bəhsdə ki, pəs biz eləyə bilmərik deyək burada Səttarxanın günahı var idi, bilmirəm yox Furuğunun günahı var idi, kimin günahı var idi, kimin günahı yox idi. Bunlar iki bağa bağlıdılar. Napoleon bir gözəl sözü vardı. Deyir ki, şərait cəhənnəmə. Mən özüm şərait yaraldaram. Biz əgər göz tikək, buyurdular Aydın bəycil, göz tikək ittifaqı ki düşəcəkdir. Bilmirəm indi dollar bahalaşır, yayda təsir qoyacaq, ya Trump bu işi görəcək. Bunlara biz dalı qalacağıq. Biz özümüz gərək addım-addım bu şəraiti öz dilimizə, öz kültürümüzə, fərhəngimizə, mən siyasi baxışların heç birinə qatılmıram. Yəni burada bəhs eləmirik, federal bəhsidir, istiqlal bəhsidir, nə mən onlarla işim yoxdur. Bu ünvanı bir dənə fəal mədəni və tarixçi mən bunu soruşuram ki, biz o alt yapıdan ki söhbət keçdi, əgər biz onları islah eləməsək, əgər cavanımız bir dənə cavab elmi tapa bilmiyor. O sorular ki olur. Yəni öz tarixində gəlir əsasdan vurur. Səfəvi məsələn Kürdüdür. Biz o altyapılarda hələ eləyə bilməmişik bu durumu düzəldək. Bu kəm gətirə bilir. Yəni mübahisədə, mücadilədə əslən özü iqna ola gərək əvvəlcən. Və o zaman ki bir satışçı, yəni mən bu ünvanı bir dənə satışçıyam, xədəmat, tarix, hər nə mənə cins satıram. Əgər özümün öz cinsi ki satıram, ona inancım olmaya, imanım olmaya, bunu heç kəsə sata bilmərəm. Əgər biz bu yolda tərdidlər vardılar, bu xatir ki, o bizim fəallarımızın özlərinin bir parası hələ özləri qane olmayıblar. Özlərinin haqlarını, o qərələrin qaçırtmaq dastanın qabaqcan demişəm ki, bir quruh idilər ki, edirdilər bunları qaçırsınlar, bu bərdələri. Qərədilər bunlar Amerikada bərdədilər. Deyir ki, o xanımdan soruşur ki, lap çətin məqtə və iş ki görürdünüz, nə mən idi burada? İntizarı vardı deyək ki, bu cür ağlar məsələn gecə olur deyə güllə vururdular, hər nə mənə. Deyir çətinlərin iş bu idi ki, biz o bərdəni qane eləyə bilmirdik ki, sən azad yaşamağa haqqın vardı və sən bərdə yaranmamısan, kölə yaranmamısan. Bu çox mühümdür. Mən müxalif və qarşıyam ki, fürsət müntəziri gərək olaq. Mən müxalifəm bu ki, özümüzün cavanımızı da suçlayaq. Yəni bu ortam içində yaranıbdır. Çox gözəldir. Biz məgər nə vaxt başlamışıq? 85-dən Susəri cəryanında demək olar ki, cəryan alışdı. Yəni o zamanacan şayət çoxlu adam heç bilmirdi. Bu bəhsə heç varid olmurdu, girmirdilər bu bəhslərə. Və asimilə olurdular. Yəni qurtulurdu təqribən o lap narin bağlar qalırdı bəlkə. Çünki mən 69-dan 68-dən də Cuvalduzun dəftərində orada oturardım, karikatur çəkərdim, çay paylardım məsələn. Hər iş görərdim də orada. Yəni o fəzanə, o ortamı o zamandan görə gəldi, amma 85 idi ki, bizim mərduma addımımızı həssas elədi məsələyə. Bunun ömrü siyasi tarix mübarizələrdə çox qısa bir tarixdir. Amma lap əsası budur ki, biz 3 ildir başlamışıq bu hərəkətə. Nə cür? Bizim bu fəzai məcazi, bu sanal dünya və bu Instagram xüsusən, Telegram xüsusən bu idi ki, hamının əlinə bu korona zamanında quşu keçdi. Onlar kəsən döymürdülər bu məcazi və əsən başarmırdılar. Uşaqların mədrəsəsindən ötür ki, bunlar qalmasın, onlayn olacaqdı. Hər evə quşu getdi və biz eləyə bildik bu inhisari ki var idi. Bunların əlində güc var idi, pul var idi, qüdrət var idi, indi də vardı. Manutonun 30 milyon, bilmirəm BBC-nin 25 milyon followeri vardı və televizyonları var, böyük büdcələri vardı. Vaxtı BBC-dən söhbət edirik, bir dənə böyük bir dövlət, bir istismarı dövlətdən bu təğziyə olunur. Və bunların qarşısında bizim o dəstavərd, ələ keçirtdiklərimiz daha üstündür, çox gözəldir. Mən müsbət baxıram. Bu ittifaqlar heç düşdü. Bir qismətinə də Əli bəy işarə elədilər. Hətta biz bilirik ki, pezeşkiyan bu sistemdə eləyə bilməyəcək 500 kilo götürsün. Yəni intizar olmasın ki, bu 500 kilo götürəcək. Bu sistemdə özü də əvvəldən deyib. Mən fikirlərim tweetlərimdə də əvvəlcən yazdım ki,
Biz bunları bilə-bilə gedirik qabağa. Bu 5 şirəm götürə biləcək. Nəhayəti bu da o şeiri deyəcək də. Çünki bilirsiniz, əsli 15-i ki, məsələn İran əsası yasasında, qanununda yazılıbdı. O əsli 15 əvvələn özü naqis bir əslidir. Deyir, ədəbiyyatı da bunun dilin yanında azaddır. Biz onu istəmirik ki. Biz deyirik ki, bizim uşağımız ilk məktəbdən ta ali məktəbəcən eləyə bilsin, öz ana dilində oxusun. Çünki bu ana dilində bu fiziki, şimini, riyazını hər nə mənəni rahatlar eləyə bilər, başa düşsün və bunun haqqıdır, təbii haqqıdır. Hətta tutaq ki, bu əsl oləydi ki, bunların dillər xop yazıb azaddır. Yəni bir təklifi dövlətin boynuna da gətirmir ki, bu bizim dilimizi versin. Sonra da məgər inqilabdan neçə ildir keçibdi bu qanun, neçə ildir biz buna rəy vermişik. Məsələn, fərz eləyək ki, 57-dən. Əvvəl illər bəli, şuluqluq var idi, sonra 8 il zəng var idi, ondan sonra təhrim maddə hər nə mənə. Biz hangi zamanacan dözəcək? Yəni hangi zaman bu haqq bizə veriləcək? Bu haqqı ki, qanunda da vardı. Bunu gərək nəzərdə tutaq ki, bu əsl əslən naqis əslidir və biz ona qane də deyirik. Tutaq bu günləri, məsələn, mədrsələrimizdə gəldilər, bəli, bu günlərimə dedilər ki, azaddır, türkü dilində məsələn oxuyacaqsınız və bizim bu ürmücülümüz necür olacaq və bizim bu mədənimizi ki, hətta %4-ü də bizim özümüzə verilmir, bu necür olacaqdır? Bizim bu trafiklərin, bu əxlaqı ki, insanlardan boşalıb, yəni bizim o qədər əsası məsələlərimiz var ki, ta o ixtiyar öz əlimizdə olmaya hər şəkildə. Hala bu siyasi bəhslərdə sorular gərək bu siyasətmədarlar bunlara yetişərlər. Mənim işim deyil. Amma ixtiyar bizim əlimizdə olmaya ki, bunların haqqında təsmin tutaq, bunlar kiçik zətlərinin gərək dilxoş olmaya. Ay Pezeshkan bəli bir dənə şeir dedi, qənimətdir. Amma 5 girəm nəhayət 10 girəm olar. Nəhayət bu idi ki, orada bir kağız verərlər, onu ifşa elər və abrısını aparar və dünya bunu bilər. Cəmaatimiz hissli olar, hissli olmaq və məzlum vaqe olmaq باعث olar ki, bir miqdar da çəkilsin öz hüviyyətinə tərəf, gələnsiyə gələr bir daha da əslan yesin səni, qoy aparsın, sil səni sən deyər. O hangi əslan da əlbəttə bəllidir. Bu əslan ki, Mafəngir Pəhləvilən əslanıdır, özü öz gününə ölür, ya yox, əslan ki, Alparslanın məsələn əslanı Səlcuqların, Teymurların, ta Abbas Mirzanın əlində qılınc ya Müzəffərəddin Şahın, aya bu əslan yeyəcəkdir. Bu ayrı bəhsdir. Mən pəs bu cürsünə baxıram qəziyyət ki, xoş xiyal gərək olmaya. Yuxuda gərək olmaya. İntizarımız gərək Ay Pezeshkiyandan da olmaya. Ay Pezeshkiyan bu sistemin məhsuludur. Bu sistem büyünün məhsuludur. Bu sistem Müzəffərəddin Şahdan qabaq hakim olub. Hətta Müzəffərəddin Şah zamanı da məsələn Farsi dili gərək tədris olunan bu bəhs var idi. Tam keçən bölümdə biz danışdıq ki, Əbdülhəmidin yanından gedəndə dəstur verdi ki, bu türkü dili gərək Azərbaycanda məktəblərdə dərs verilsin. Yəni bu Nasirəddin Şah zamanının illərinin o 50 ilin 25 ilin keçin o zamandan İranın tarixi təhrif olunmağa, bu Kompaniya Hind Şərqi, bu Kuruş bəhsində, bilmirəm Həxamənşi bəhsində bunları ortaya gətirməkdə, təkdilliyi, Farsi dilini hakim eləmək. Bunlara çalışdı və bu günləmədə bu idamə tapır. Amma addım-addım bu qədəmlər ki, müsalimətamız gedirik qabağa, mənə böyük qənimətdir. Mən bunları yaxşı görürəm. Cavanlarımız həssas olublar. Hər yerdə bəhs olunur. Bir əldə gərək biz iqtisaddan yapışaq. Çünki cəmaət ki, evinin çörəyini apara bilmir, dolandıra bilmir. Biz başın qataq türk-fars bəhsinə, bu dil mənimdir, bu kəlmə mənimdir, bu tarix mənimdir. Ondan qafil olaq ki, bu ailəsinin yanında üzü qırmızı olur, yəni qızarır, yetirə bilmir, uşağının istəklərini, sadə istəklərini verə bilsin. Biz bundan da gərək bu torada düşməyək, qafil olmayaq. Yəni ümumi İran millətinin hamısı ilə birlikdə bir mütalibəmiz vardı ki, biz bu şayəstəyi, bu vəziyyət deyil bizim millətimiz. Hər halda 2000-ci də Ay Pezeshkiyandan mənim heç günə intizarım yoxdur. Cüz bu işi indi o məqtədə gərək istefa verə. Eyvah yox bilmirəm, türklərin əlindən qüdrət çıxar. Hangi qüdrət türklərin əlindən çıxar? Məgər türklərin əlində qüdrət var? O zaman qüdrət ola bilərdi ki, o gələndə necə Trump yetişən gün 30 dənə qanun imzaladı. Buranın adı belə olsun Xəlicin. Bilmirəm buranla müamiləmiz, buranın tərifəsi belə olsun. Xop, Ay Pezeshkan hələ büyünəcən Telegramın, bir dənə Instagramın filtrini götürə bilməyibdi. Yəni biz onun gücünü gərək vaqiətdə bilək. Müzakirədən söhbət açdıq. Qiymət yenirdi, əşya müzakirə
uçdu getdi, qiymət yenə getdi göyə. Yəni biz bilək ki, bunun bir gücü yoxdur, amma bunu sadiqanə deyirəm. Əgər bu günləri Ay Pezeşkiyan istefa verə bilsəydi, ki, çox çətindir. Çünki həm məstələr qüdrətli insanı, yəni məstələməz də aşkar elər bəzən insanı da. Onda bir qəhrəman milliyyətə təbdil olardı. Çünki nə mənə də yazılsa, məxsusən türkləri çox onun daşın sinəsinə vururlar. Onlar da bu cumduqca, iqtisad cumduqca, müşkülat çoxaldıqca, onlar da bu təxribatda səhm olacaqlar, pay götürəcəklər, suçlanacaqlar. Onlar da təhqir olunacaqlar. Bəs bunu da gərək gözə alaq. Biz elə haman yol ki, qabaqcan 3 dənə biz yol moridində Clubhouse-umuz olubdu. Mən şəxsən onlara etiqadım vardı. O yolundan söyürəm ki, gedək qabağa, müsalimətamiz addım, elmi və fərhəngi o at yapını əgər düzəltsə, köklər cürlənsə, meyvələr, yapraqlar islah olacaqlar. Və elə meyvələr, yapraqlara başımızı qassaq, kök xərab olsa, bu ağacdan bir ağac çıxmayacaq bizə. Zamanım qurtuldu. O birisi bölümdə çox söyürdüm ki, bu iki bəhsə, həm dil, əsab və camə baxımından, yəni buna bir pərdaxt olunur və həm amuzəş, yəni ana dilinin amuzəşindən ki, biz əsas yapmışıq, ondan danışaq. Əgər də sonra da fürsət oldu, vədi ki, vermişik Seyid Cəfəri Pişəvərinin Azərbaycan qəzetələri 1324-dən 25 arasında olan neçə bəhs vardı. Onlardan bir tikələrini sizinlə ilk dəfə olaraq paylaşım. Çünki bu qəzetələr məmulən arşivlər, kitabxana millidədirlər. Onlarda saxlanılır. Kimin də hövsələsi yoxdur ki, də onları çıxardı. Ay doktor, çox təşəkkür edirəm. Bilirsiniz, bu otaq, bu titel bilirəm ki, çox həssas titeldir. Çünki niyə? Biz burada bir siyasət məsələsini qoymuşuq Pezeşkiyandan. Bəlkə bu çox zaman aparıcı bir titel ola bilərdi. Amma mən bilirdim ki, ziyalılarımız bilirlər ki, nə cür dərvağı məbhəsdən biz biraz ayrılmıyıq. Bizim düzdür. Məsəlimiz Aydın bəy çox mühüm məsələlər işarə elədi. Hörmətli ərzər dəbil cənabları deyərlər, o siyasət və dirayəti ilə də bəzi məsələlərə toxundular. Mən çox təşəkkür edirəm. Bəli, kaş bizim mən deyirəm, kaş biz fevriyə ayını bu ayı tamamilə elə qoyaq bu ana dilinin moridində. Bu siyasətə görə danışığımız ola. Bəlkə dediyim kimi, böyüklərimizin, əzizləri ki, bizi eşidirlər, böyüklərimizin bəlkə zamanı olmur. Odur ki, səy edirik ki, qısa otaqlar olsun, həm uploadu rahat olsun, əzin ki, sonralar eşitlənəcəkdir kanallarda, YouTube'da. Həm də ki, bir cəmbəndi, balaca cəmbəndlərə yetişək, ta ki, sonra açıqlayaq. Rəhim bəy, siz o pedaqoji məsələsinə çox sevinərdim ki, bugün işarə eləyəsiniz və xüsusən bu qəzetənin Seyid Cəfər Pişəbəri o nəqli qollarına, bəlkə onlara da toxunaq. Bilirəm, bəhs üstündə gələcək, amma xahişim olacaqdır ki, siz əzizlərdən bir miqdar bəhsi az deyək ki, sonra o asib şinasiləri bəlkə sizdən bir məşvərət alaraq, titel olaraq sizlərdən alaram. Otağımızdan əmələn 1 saati gedibdir. Bu 1 saati inşallah görək nə cür bir yaxşı cəmbəndiyə bu mövzuya görə yetişərik. Olmasa yenə də aid titellərlə sizləri, böyük ziyalılarımızı incidəcəyəm, dəvət eləyəcəyəm. Əgər vaxtlar inşallah olsa, siz əzizləri də inşallah ki, eşidənlər də bizlə bərabər olarlar. Hər halda Jalə xanım bilirəm ki, qonaqları var, girəcək, otağa yanı çıxacaqlar. Amma doktor Ayməndis Raşidini eşidək. Soyla xanım, xoş gəlibsiz ki, biləxərə kontrolü chatroom'u da ələ götürdünüz. Ayməndis, buyurun sizi eşidək. Selam arz ederim bütün dostlara ve burada şirket edenlere, onlar ki istəyirlər, yaşadadırlar. Hər yerdə bizim səsimizi eşidirlər. Hamısına salam arz edirəm və arz edə bilirəm. Az olsun ki, bugünkü mövzu ilə əsas bağlı. Dostlar nəzərlərini buyurdular. Cənab Ağay Ərzər Dəbili, Ağay Aydın bəy və hörmətli Ağbayraq. Bir dənə bir məsələni biz unutmamalıyıq. Biz geçmişdə və özəlliklə inqilabdan sonra hardaydıq dil məsələsi ilə bağlı və ya dil məsələsi ilə ictimamızın vəziyyəti, bağlılığı nə həddə idi və indi hansı durumda yox. Bunu fəqət gərək bir göz önündən keçirdək.
keçmiş zamanlara bir miqdar baxaq. Görək ki, məsələn 1365-də, 70-də biz hansı dərəcədə idik? Bizim millətimiz əsən dil məsələsinə, ana dili məsələsinə nə cür baxırdılar? Və nə qədər eləyə bilirdik ki, o zamanda millətimizin içində təsir qoyaq ya onları bu milli hüviyyəti ilə tanış eləyək və indiki durumumuz necədir? Bunlara bir miqdar nəzər salsaq, bir miqdar ki, özümüzü çox da anlamarıq. Niyə ki, bəli, düzdür. Oradan ki, intizarımız vardı ki, biz fərzən İranın içində, əgər İran cəmiyyətinin %40-ını təşkil edirik o və fərzən 30-35 milyon cəmiyyətimiz, 36 milyon cəmiyyətimiz var. Niyə bu qədər gücümüz azdır, fərzən dil məsələsi ilə bağlı və indiyəcən bu gücü göstərə bilməmişik. Təbiidir ki, vaxtı ki, 70 neçə il və 1325-dən ta 1357-ci ilə kimi dil məsələsi ilə bağlı tam fişar və baskı altında olmuşuq şah zamanında və onda hər kəs bu barədə danışsaydı, tutub zindana salırdılar. Hətta belə folklorları və folklorik kitabları çapına icazə vermədilər. Fəqət nöğələr var idi ki, o nöğələr bizim dilimizi az-çox əlbəttə diri saxladılar içəridə yazı formatını. O da ki, bilirsiniz də nöğələrin dilləri nə cür yazılır? Çox şəfahi formda və aslında ki, inqilabda bir açıq fəza yarandı inqilabdan sonra və bu açıq fəzada bizim fəallarımız başladılar yazmağa, məcəllə çıxartmağa, ruznamə çıxartmağa, qəzetlər çıxartmağa ki, məxsusən onların o daha çox fəal olanlarla, əsər yaradanlarla tanışsınız. Məsələn, Dr. Əyət kimi, rəhmətli Dr. Əyət kimi, rəhmətli Dr. Sadiq kimi var dostlar ki, elə Ayə Rıza Ərdəbillidən də gərək ad gətirək, hər halda xaricdə çıxardırdı, amma tribun bir ədəbi və fərhəngi bir məcəllə idi və indi də elə məcəllədir. Ona görə bu zəminədə fəaliyyət var idi, amma bir müddətdən sonra 1361-ci, 2-ci ildən daha bunların hamısı əksəriyyəti qapandı. Bir dənə Tehranda varlıq məcəlləsi qaldı və Təbrizdə də bir ruznamə ki, onda rəhmətli Yəhya Şeydə fəqət orada fəaliyyət edirdi. Azəri səhifəsi adında bir səhifə var ki, həftədə bir gün çıxardı. Yəni bu qədər daha irtibat bu qədər idi. Çünki o zaman da nə mobil var idi, nə ayrı bir şeylər vardı. Kompüterlə irtibatlar qura bilmirdi ki, internet zat yox idi. İnsanlar irtibat qura bilmirdilər. Öz haqlarından, hüquqlarından xəbərləri olsun, dil məsələsi ilə bağlı. Hətta 1365-də mən qanun əsasının 15-ci əslinə istinad edərək bir təqaza verdim, apardım Rəis Cümhur dəftərinə verdim. Hamı o adamlar ki, eşidirdilər ki, belə bir şey məsələn mən görmüşəm, hamı məni danlırdı ki, bu nə işidir, sən görmüşsən, özü xətərə salırsan. Bir halda ki, qanun əsasının 15-ci əslinə istinad eləmişdir. İstəyən deyəm ki, yəni bizim millətin içində bu qədər məsələ çox boğrənc idi. Və hətta 1369-da bir nəfər öğrenci bu fəaliyyətlə bağlı bizim içimizə gəldi. Onlar ki, məsələn, Dr. Heyət idi, biz onun yanındaydık, ayrı dostlar. Azadıdır, ərz olsun ki, ayrı dostlar ki, fəallıdılar, Savalangir, şairlər, ayrı şairlər vardı. Bir nəfər öğrenci fəqət, yəni danışçı gəldi ki, danışçıların içində birinci addımı o götürdü ki, hələ o zamanızdan danışçılardan bu yolda fəaliyyət içəridə yox idi. Eşikdə ki, bilmirəm nə həddə idi, bəlkə eşikdə də yox idi. Amma istəyəm çox uzatmayam bu müqəddimələri. Amma 1370-dən bu tərəfə yavaş-yavaş çoxaldı. Ta ərz olsun ki, məxsən o tərəf Azərbaycan əlbəttə müstəqil olandan sonra bu məsələ daha ciddi şəkil özünə tapdı. Yəni o milli hüviyyət varlığı, ondan sonra dil məsələsi, bizim dilimizdə yazıb oxuma. Oldu o adamlar ki, bu məsələnin dalındaydılar, daha çox fəaliyyətə başladılar. Amma indiki durumu istəyən mərd edirəm. Çünki mövzudan uzaq
qalmayaq deyə. Bu günləri biz görürük ki, Fərzən Ayı Pezişyan indi gedib rəis cümhur olub. Ayı Pezişyanın rəis cümhur olmasında bizim millətin rəyi bir təsir də idi, təsiri də çox idi. Amma demək olmasa elə fəqət bizim millətimizin rəyidir, amma şərait belə idi ki, bizim millətimizin, yəni türlərin rəyin çox təsiri var idi və təsir edici bir şərait yarandı ki, Ayı Pezişyan getdi. Ağay Pezişyan ki, deyir ki, mən uşaqlarımı farsça dilində, hətta uşaqlarımla farsça dilində də danışmamışam. Və dilimə iftixar eləyəm ki, Allah bu dili mənə veribdir. Yəni bizim belə deyilən bir insanımız hər halda rəis cümhur oldu. Əlbəttə ki, təbiidir ki, onlar ki, silah tələbləridir. Onların da Ayı Pezişyandan intizarları vardı. Üçün ayrı adamları səlahiyyədir qəbul eləməmişdilər. Və belə bir insan hər halda millətin rəyi ilə getdi ora. Amma istəyəm bunu deyəm ki, bu yaxın zamanlarda özü nə cür təsmin tutsa azaddır. Bunu kimsə deyə bilməz, kimə rəy ver, kimə rəy vermə. Amma zemni surətində təbiidir ki, biz Pezişyanın çıxmasını o birisi kandidaya tərcih verir. Niyə ki, onun hər halda danışıqlarından, ondan fəza yaradacağına gələcəkdə və çox mövzular ki var idi ki, insan azadlığı ilə, dil hüquqları ilə irtibatda olan bir mövzunu danışırdı. Və bu eyni haldadır ki, bir Türk idi, Azərbaycanlıdır, dilinə də bağlı idi. Bu məsələdə amma biz bir zimni himayət elədik ki, amma hər kəsə də təbii ki, dedik ki, azaddır, bu işi görə bilər, rəy verə bilər, ya verməsə də verməyə barisinə rəy verib. Amma bir də hələ də indi bu məsələ bəli biz Ayı Pezişyana o zaman da məsələn bir də himayət elədilər, amma indi nə iş gördü Ayı Pezişyan bizə indiyə kimi nə iş görübdü filan. Ayı Pezişyanı ilə burada dostlar da işarə elədilər. Ayı Pezişyanın da əlində hər bir şey yoxdur, amma əlində olan o fürsətdən də mənim nəzərimə istifadə edir. Niyə ki, o həmayişi ki var idi, Təbriz Həftə-i Fərhəngi Təbrizdə getdi, orada danışanda Şəhriyardan şeir deyəndə gəldilər, ona yaddaşdı verdilər ki, bu şeiri oxumağa. Elə dostlar da işarə elədi, o eləyə bilərdi orada. Ya onun üstündən keçə, ya əslən heç adın gətirməyə ki, bilinməyə nə dedilər ona. Ayrı bir mövzunu qabağa salıb söhbət eləyir. Amma orada açıq aydın bu məsələni bəyan elədi ki, bizim millətimiz bilsin ki, onun üstündə və bizim dilimizdə, fərhəngimizdə nə qədər həssasiyyət vardı və nə qədər üstündə fişar vardı. Və bununla biz çox adamlar, yatmış insanlarımız oyanır. Siz fikir eləməyin ki, onlar ki, indi burada hələ bu klapazda indi gəliblər, şirkət eləyiblər, ya danışırlar, ya qulaq asırlar. Hamı bu insanlar kimi fikirləşir. Yox, bizim məmuli insanlarımız, sadə insanlarımız, təbii halda normal insanlarımız o qədər var ki, çox şeyləri ta eşitməyincən, bilməyincən, görməyincən bir səhnədə inanmırlar. Ona görə biz gördük, amma onun o söhbətləri çox təsir qoya bilərdi ki, o insanlardır ki, çox şeylərə inanmırdılar, amma gözləri ilə gördülər. İkinci mərhələ, eyni halda ki, Ayı Pezişyan o məsələni orada bəyan elədi. Amma 2 gün bundan qabaq Trump'a etiraz ünvanında o şeiri oxudu. Ərz olsun keçmə namərd körpüsündən qoy aparsın sel səni. Yatma tülkü daldasında qoy yesin aslan səni. Daha bu şeiri dünya səviyyəsində yayıldı. Yəni eyni halda ki Trump'a sərt bir cavab idi ki və təbiidir ki, dövlətin hakimiyyətinin də cavabı o imiş ki, o mövzu ilə idi ki, Ayı Pezişyan dedi. Amma onu bir türkü zərvur məsəlinin və millət içində məşhur olan şeirin içində demək və bunun eyni bu cümlələri və bu beyti dünyaya yayılması çox şeyləri bəyan edir. O budur ki, yəni İranda bu qədər insanlar var ki, öz dilində mədrəsəsi hətta yoxdur, amma rəis cümhuru hər halda o dildə bu şeiri dedi. Yəni bu eyni halda dər həqiqət
o hamın adamı ki Ay Pezişkiyana yaddaş vermiş ki şeir okuma, türkü şeir okuma ona da bir sert cevabı idi. Yani sen eləyə bilməzsən ki, bir milletin ki bu kadar tedad cəmiyyəti vardı ve hakkı hukuku vardı, onun qabağında dayanasan ve onun qabağını alasan. Eyni halda da ki 45 ildir elə qanun əsasının 15-ci əsli hələ icraya getmir. Əlbəttə, elə dostların dediyi kimi qanun əsasının 15-ci əsli bizə çox cüzi bir şeyler verir. Əgər qərar olsa versək, o da 45 ildir hələ icraya getməyib. Amma məsələ burasındadır ki, o adamlar ki vardılar, hələ keçmişdə olan o mərkəz cəralıq və mütləq cəralıq onların beynində vardı və biz görürük ki, indi çox işlərin başındadılar indiki halda. Onlar qoymurlar ki, bu hətta bu 15-ci əsrin 15-ci əsr icraya getsin. Niyə ki bilirlər ki, əgər bu 15-ci əsr icraya gedə və mədrəsələrdə ən azı sadə bir səviyyədə hətta olmuş da olsa, insanlar öz dillərinin incəlikləri ilə, gözəllikləri ilə, yazıb oxuması ilə tanış olsalar, bunların o fikrində olan hakimiyyət, bir dilin hakimiyyəti, bir fərhəngin, bir mədəniyyətin hakimiyyətinə zərbə dəyəcək. Ona görə indiyə kimi də bunun hələ qabağını alıblar, icraya aparmırlar. Amma bu bizim müvəffəqiyyətimizdir. Heç olmasa Pezişkiyan adında bir adam adı Türk olarak gittim reis cumhur oldu ve Türk olarak reis cumhur o şehirleri okudu ve dünyaya yayıldı. Bu bir növ müvəffəqiyyətdir. Benim de nəzərimə gəlir mədəni fəaliyyət fərzən Təbrizin Atlas Alışveriş Mərkəzində siz gördünüz ki, nə əzəmətdə bir o özünə inandığına, öz dilinə, fərhənginə inandığını göstərir ki, indi bizim uşaqlarımız bu əzəmətliyə bir bərnaməni icraya qabağa aparırlar və bu indi geniş səviyyədə internet dünyasında yayılıbdır. Daha çox vaxt tutmayayım. İnşallah ki, çox şeylər biz görəcəyik ki, o haqlar, hüquqlar ki, indiyəcən tapdalanıb, inşallah yerinə yetiriləcək. Sağ olun. Mən bir 2 dəqiqə 11 saniyəlik Ay Pezişkiyanın hamımız eşitmişik. Bəlkə olar ki, bu klubda həm qalıcı olmaq üçün bu səs, həm də bəlkə bir nəfəri bu məsələdən aşina dəyirik ya eşitməyibdi. Mən ona görə bir ləhzə bunu pəxş edirəm. 2 dəqiqə با هم bir bunu eşidək. بحث‌های بعدی که میخوام تا حدودی که امکان داره از زبان مردم بگم، یکی اصل 15 قانون اساسی است. قانون اساسی به همه قومیت‌ها و ملت‌ها اجازه داده که به زبان خودشون حرف بزنن، به زبان خودشون در مدرسه براشون بنویسن. تو مدارس باید بشه درس داد. 37 سال وارد 38مین سال شدیم، ما نمیتونیم به زبان خودمون در مدرسه حرف بزنیم و بنویسیم. زبان فارسی زبان اصلی ماست، ولی باید کسی که ترک بتونه در مدرسه خودش ترکی بنویسه و یاد بگیره. این قانونه. نمیشه یه عده به سلیقه خودشون اجازه ندن مردم به زبان خودشون حرف بزنن و اگه حرف زدن بگن شما پان ترکیسمین یا پان کردیسمین یا پان نمیدونم چی هستید. مردم از ما قانون رو میخوان. Yaxşılığı əlimizdən alıblar, yaxşı bizi yaman görürsən. Bir soruşun bu qarqınmış fələkdən nə istəyir bu qurban? Deyinə keçildi uzuzları ələkdən, qoy tökülsün, bu yer üzü bir dağılsın. Şeytanlıq qoyulsun. Bir uçaydım bu çırpınan yelinə, bağlaşaydım dağda aşan selinə, ağlaşaydım uzaq düşən elinə. Bir görəydim ayrılığı kim saldı, ölkəmizdən kim qırıldı, kim qaldı. Mən sənin tək dağa saldım nəfəsi, sən də qaytar göylərə salmışsın. Bayquşum dar olur. Burada bir şerdarda qalıb bağırır, mürüvvəsiz insanlar. Gel.
Mən istədim bunu pəxş eləməkdən, həm oradakı işarə eləyir, bir dənə qovum və millətə, orada bir millət kəlməsinə də işarə eləyir. Bəzən bu otaqda neçə il bundan qabaq biz bu kəlməni işlədəndə elə həmin pan-türk, təcziyə tələb mətləb gedirdi. Həm də bu ehsasını bu ana dili ilə deməkdə mühəndis Raşidi bir şey işarə elədilər, əzin ki, qeyri-müstəqim işarə eləyir. Millətə bəzən də bunları bəlkə də sunur. Mən bilmirəm, mən az savadımdan bu düşüncəyə, hissimlə belə düşündüm. İnşallah ki, bilirəm bir işləri olunacaqdır. Amma hər halda Jalə xanımı eşidək, görək Jalə xanımın fikri bu mövzuda nə mənədir. Buyurun Jalə xanım. Salam deyirəm sizə, hər vaxtınız xeyir olsun. Ağay Pezeshkian millət kəlməsini işlətdi. Ümid edirəm ki, bu millət kəlməsi mütəvəccüh olaq ki, biz millətik, biz qovm deyirik, etniklə deyirik. Etniklə qovmun elə ədəbi zadıdır. Biz indi illər boyudur ki, sazvan bilərdə bu millət kəlməsi yəni yerinə düşübdür. Əqəliyyətay milli deyinir, o azlıqlar ki, millətdilər, onlardan danışırıq. Bəli, çox mövrid buna getmirəm, çünki mövzumuz bu deyirik. Ağay Pezeshkianın rabitəsində mən istəyirəm deyəm, bu birinci görürsünüz ki, bir məmləkətdə birinci dəfə biz görürük ki, bir dənə rəis cümhur ki, bir mühüm məqamdadır, ona icazə vermirlər. O şeiri deyəndə icazə vermirlər, deyirlər həddindən keçdin. Gərəkməzdi sən bu şeiri oxuyaydın. Biz xoşbin olmamalıyıq ki, bu orada şeiri oxudu. Biz ona xoşbin, ondan danışmalıyıq ki, indiyəcən Ağay Pezeshkian eləyə bilməyiblər, o verdikləri qolu əməl eləsinlər. Bu Ağay Pezeshkianın özü deyil, bu qəssir o deyil. Ağay Pezeshkian eləyə bilmirlər, çünki o yəni o qüdrəti ki, eləyə bilərlər. İcra eləyərlər. Mən fikir edirəm həttəmən indi eləyə bilərdilər. 15-i də həll eləsinlər. Hicab məsələsi ora çəkdi. Ondan sonra verdikləri iqtisadi məsələləri, yoxsulluq məsələlərin, ondan sonra havanın kəsifliyi ki, hətta məcbur elədilər biləsin ki, hər yerdə o mazotu qət eləsin Fars məntəqədə. Bəli, Azərbaycanda o mazot yansın. Yəni biz bunları nəzərdə tutmuşuq. Bu Ağay Pezeshkian bir nəfərdir ki, bir insandır ki, ürəyindən istir, ədalətdən danışdı. Bəli, kimdir ki, qoysun o ədaləti icra eləsin. Türk sitizi, yəni ziddiyyət türklə o həddədir ki, hətta rəis cümhur eləyə bilmir, iki kəlmə öz dilində orada şeiri desin. Biz buna incə olmamalıyıq və fikir eləməyək gərək ki, həttəmən Ağay Pezeshkian ki, intiqab olublar, biz onunla qüdrətdə səhmimiz var. Bizim heç səhmimiz qüdrətdə yoxdur. Bunu biz mütəvəccüh olmalıyıq. Nəticədə bunları hesablayanda ondan sonra da mən Ağay Pezeshkiandan heç intizarım yoxdur. Ağay Pezeshkian 58-də cüzvi bəsicilər idi və hicab icbarını qoyan da Ağay Pezeshkian idi. Əvvəlin var danışqah Təbrizdə, Pezeşkidə, hətta xanımlara döktürlərin müayinə eləməsi xanımların qədağan elədilər. Onlar qədağan elədilər və özləri də yazıblar, hər yerdə də deyiblər. Bizim fəqət onu hesablamalıyıq ki, o rejim, o fərhəng ki, bunlarda insanlarda vücuda gətirib, o fərhəng qoymur insanlar azad olsunlar. Hətta bir dərəcəyə yetişəndə də yenə o fərhəng mane olur onların rüşdlərinə, onların qabağa getməklərinə. Bunu hesablamalıyıq. Mən Ağay Pezeshkianı deyir ki, Döktür Pezeshkiana çox ehtiramım var. Bir döktürdülər, bir cərrahdılar. Çox ehtiramım var. Biraz dərin baxmalıyıq məsələyə. Həmişə fikir eləməyək ki, bir türküdür, yaxçıdır bizə. Bizə nə mənə yaxçılığı var? O yaxçılıq nədir? Ki, öz millətinə, öz istəyinə xidmət eləyə bilmir. Bunlar hamısı zatlarımız da fərqlidir, baxışlarımızdan da fərqlidir. Çünki vaxtı istəyirik fəqət o tamamiyyət ərzini hifz eləyək, onda o baxış düzdür. Bəli, vaxtı istəyirik deyək ki, dünya səviyyəsində insanların haqları var, intiqab eləsinlər, o baxışdan o düz gəlmir. Nəticədə mən belə başlayıram, belə düşünürəm ki, biz beynvanın ki, bir nəfər türküdür, öcür hesablamayaq. Bir nəfəri hesablayaq ki, insandır, ədalət ictimaiyini tanır və türkdür. Onda biz bunu eləyə bilərik seçək.
bizim həmişə bir dənə müşkülümüz var. O müşkül də odur ki, məşrutiyyət zamanında istədik İranın kolunu hesablayaq, aradan getdik. Demokratik millət hökumətimizdə istirdik İrana da o azadlığa aparaq, kənara düşdük. Yəni bunların hamısını hesablayanda bir təcrübəyə də biz o təcrübələrə də biz baxmalıyıq ki, o təcrübələr heç bizim dalımızda olubdu. Biz heç vaxt eləyə bilmərik. Biz istəməyək ki, yekə daş götürək ki, ata bilməyək. Əvvəlcən biz gərək özümüzü öz istəklərimizin üstündə mübarizə eləyək. Qeyd edirəm, bunun sözüm çoxdur, bunu da vəli istəmirəm burada bu məsələni zamanınızı da tutam. Özümün də zamanımı hesablayıram ki, azdır zamanım. Qeyd edirəm ana dilinə. Ana dili beynəlmiləli sahədə gözəl qabağa gedir. Mən bunların hamısında belə deyərəm ki, ey kaş biz özümüzə durbini biraz uzaqdan qoyaq, dalımızı da görək, fəqət özümüzü görməyək. Zamanı ki, istəyək hamını görək, hər şeyi görək və durbini uzaqdan qoyaq, onda eləyə bilirik, təşxis verək ki, hardayıq, harda durmuşuq. Bəli, zamanı ki, fəqət durbini qoymuşuq, öz işlədiklərimizi görürük, onda yadımızdan çıxır, o birisi zətlər yadımızdan çıxır və özümüz öz içimizdə qərq oluruq. Biz öz içimizdə qərq olmamalıyıq. Bizim bizim o qüdrət etibarımızdır. İşə tutsaydıq, indi də Azərbaycanda ana dili təhsil olunaydı gərək. Ağay Pezeşkiyan da dedim də, çox gözəl, qəşəng də şeir oxurlar. Əlləri almasın, sağ olsunlar. Və bizim o şeirlər bizim dərdimizi dəva eləməyəcəkdir. Əsl 15 ki, bizim əslən məsələmizi də həll eləmir. Çünki biz ana dilinə təhsil istəyirik və rəsmi olmaq istəyirik. Ana dilimiz rəsmi olmalıdır, türk dili rəsmi olmalıdır. Həmin ki, öbürsülər də istəyirlər. Nəticədən biz eləyə bilərdik, yəni eləyə bilərdilər. Hətta o əsl 15-i ki, qol vermişlər, icra elətdirərlər. Mən də fürsətçi zat eləmirəm. Sağ olasınız, var olasınız. Təşəkkür edirəm mənə qulaq asdınız. Çox sağ olasınız. Salam ərz edirəm. Tamam ustadlarımızdan çox təşəkkür edirəm və ana gününü, ana dili gününü hamı əzizlərimizə təbrik ərz edirəm. Mən sadəcə bir-iki mövzuda işarə eləyəcəm, çünki zaman da yoxdur, istəmirəm sizi zor durumda qoyam Kimya xanım. Dil baskısı zaten insanın şəxsiyyətini, insanın nə olduğunu, öz güvənini və dəyər duygusunu baskılayır və bu yüzden bir asip görmüş insan təhvil verir camiyə. Bizim uşaqlarımız bu üzdən həmişə utanc içində yaşayıblar, həmişə özlərini dəyərli görməyiblər, həmişə fars uşaqlarının müqabilində az gətiriblər və harda olubsa olsun eləyə bilməyiblər öz sözlərini desinlər. Müntəha üçün zaman yoxdur, mən bu qədər bu qismətə toxunuram. Gəlirəm o mövzudi ki, Sayın Albayrak ustadımız buyurdular ki, insanın, yəni millətlərin ixtiyarı öz əlində olsun. Zaten ixtiyar həmişə iqtidardan gələr və qüdrətdə səhim olmaqdan və o təvazun qüdrətdə sənin gərək səhmin ola ki, eləyə biləsən, o ixtiyarı ələ gətirəsən. Və bu yüzden çalışmalıdır insanlar və toplumdakı və əslində millətlər ki, eləyə bilsinlər o təvazunu beyn hakimiyyət və millət qursunlar. Və əsas da demokrasiyada bunun üzərindən qurulubdur. İşarə eləyirəm ağay Pezeşkiyanın mövzuduna və mən bunları əlbəttə ayrı-ayrı bəhs elə hər birisini bir parantez içində olaraq ərz edirəm, çünki zaman yoxdur. Ağay Pezeşkiyan intixabı Azərbaycanın əsərli olmağını da bir daha vurğuladı. Amma bu əsər nəyə əsərli oldu? Bu çox böyük sorudur. Yəni bir böyük sual əlaməti mən qoyuram burada və özürdə ki, elə Əli bəy işarə elədilər. Eqlimə gedəndə o dilindən danışdı və heç kəs etiraz eləmədi. Amma hətta Sayın Erdoğanla görüşü olanda
Çün Pezeşyan çox ədəbli adamdır. Həmişə elə, hətta elə biz otağına gedərdik Urmu gölünə görə, ayağa durub əlin sinəsinə qoyub əylərdi. Və Ərdoğanın da bu cür bu şey elədi, salam əleykə elədi. Orada bunu abartdılar və dedilər sən niyə onun qabağında əyildin? O şovinisti fikirləşənlər və həmin o düşüncəyə sahib olanlar, rasisti düşüncəyə sahib olanlar icazə vermədilər ki, COP29-a getsin və Bakıda hazır olsun ki, nə qədər bizim mühit zistimizə və çevrəmizə nə qədər zərərli oldu. Bir işarəti də var idi Sayın Rəhim bəyin buna ki, ana dili nə əndazə eləyə bilər insanların zehnində və insanların düşüncələrində və öyrənməsində əsərli olsun. Burada mən işarə eləyirəm Döktür Həsən Əşairinin söhbətinə, əsəbşünas ki, Amerikadadılar. Bunlar deyirlər ki, ana dili, ana kültürün yaradır və ana kültürü əslində düşüncə və şənaxt, tanıma ki, tanıma özü çox-çox böyük alanda qərar tapır. Bilimdən və elmdən daha da yüksək bir səviyyədə olaraq recognition cür əgər hesablasaq. Əgər biri eləyə bilməsə, öz ana dilində yaza və oxuya, bunun o həmin tanımlama prosesində nəqs icad olacaq və eləyə bilməyəcək özün mərrifi eləsin. Bu özü də həmin o mən və hüviyyət fərdisidir. Və buradadır ki, bir hüviyyət ixtilal hüviyyəti qabağa gələcəkdir. Və çün bu üzdən ixtilal mesela hüviyyət qabağa gəlir. Əslində bir tərəfdən də bunun 2000-ci dilində əsəri bunda görsənir. Niyə ki, deyir ikinci dil dərin dil deyir. Sadəcə sən üzdən, yəni bir dənə elə bil okyanusu hesablayın ki, 1 santimetr omqu var. Sən eləyə bilərsən 2000-ci dil, 5-ci dildə çoxlu lüğət öyrəşəsən, çoxlu cümlə öyrəşəsən, vəli çün onunla yaşamayıbsan, onun dərinliyi yoxdur. Və bunun dərinliyi olmadığına görə hətta yeni hüviyyət də buna verilə bilmir. Ana dili bir içdən gələn kültürə bağlıdır və insanın atifi və həyəcanı və hər nə mənə ki, bunun məğzinin gelişməsinə və öyrənməsinin gelişməsinə bağlı olan vardı, onu çox dərin etkiləyir və bu etki o qədərdir ki, hətta bizim rəvanşünasıda bir seri bəhslərimiz var. Rüşd şənaxti, rüşd atifi, rüşd şəxsiyyəti, rüşd ictimai. Bunların hər birisində tək-təkində əsər qoyur. Çox sağ olasınız Sayın Kimya xanım, təşəkkür edirəm. Ay Çaban 2 dəqiqə və Döktür Əzabin də bir 2 dəqiqə eşidək, sonra Aydın bəy. Buyurun Ay Çaban. Selamlar, saygılar muhterem ustadlarımıza ve tamam dostları. İnsan tabi adətdir və geçən ən azı 120 ilin ərzində çə dilxoşluqla, çə zorla biləxərə bu fərhəngi, bu dili, bu siyasəti soxubdular bizim beynimizə. İndi bu insanlar bu adətləri qeydibdilər, sonra tədvin eləyiblər, təbdil və qanun eləyibdilər. Olub qanun. Amma bu qanunun içində bəzi şikanəndəcilər o sınıq yerləri ki vardı və millətlər eləyə bilirlər ki, o sınıq yerlərdən girib və öz həqlərini istəsinlər. Biri də həmin bu qanunun içində, məsələn, maddə 15 qanun əsası ya ayrı bir məsailərdilər. Amma o ki bir milləti millət eləyir, dildir, topraqdır və dindir, ya hər növ ideoloji ki vardı. Bunlar bizim içimizdə baxırıq, görürük ki, bu günlərimə İslam ki, ərəb dilində gəlibdir, bu günlərimə də bizim bəzi alimlərimiz bi xatirin ki, Cəhan İslamla rabitədədirlər, öz kitabların və təlifatların ərəb dilində yazırlar. Və ərəb dili
demək olar ki, mədarisdə də bu günlərimə tədris və təhsil olunur. Amma baxırıq görürük ki, o insanlar üçün həman bu ərəb dilin, fars dilinin yanında oxuyurlar və öyrəşirlər, bundan heç günə istifadə eləyə bilmirlər və hətta mənisini bilmirlər. Dədənənəmiz namaz qılır, özümüz qılmırıq. Soruşsan ki, sən bu namazda nə deyirsən, mənisi nədir, onu bilmirik. Bu, ondan bir islah sərçeşmə tutur ki, bir dil üçün bir millətin iqtisadına, siyasətinə, rəvişinə, zindəcanlığına, küçələrinə, xiyabanlarına, mağazalarına, bazarına axmadı və həmrah o axmaq mənfəət gətirmədi o millətə, o millətdə bir islah o dili təhsil eləmək da təqribən demək olar ki, meyli azalar. Çünki niyə? Bu işləyir, dərs oxuyur, təhsil eləyir ki, bir aidat gətirsin, bir mənfəət gətirsin ki, eləyə bilsin zindəcanlığın bir islah dolanırsın, xanavadəsini dolanırsın. Pəs tənha biz əgər yapışaq dildən, bu به اصلاح bizə bir موفقیتی در کنار زبان فارسی به اصلاح زبان ترکی هم تدریس بشود bu bizə heç bir şey vermez. Çünki niyə? Hətta sabah səhərdən deyərlər ki, türk dili fars dilinin yanında oxunsun, mədrəsələrdə təhsil olunsun, tədris olunsun. Amma موقعی ki sənin bazarın, موقعی ki sənin alverin, ticarətin, siyasət cəhanın hər bir şeyin fars dilində olacaqdı. Bu türk dilin, bu insanlar fars dilinin bir islah yanında nəyə öyrəşirlər? Mənfəəti nə mənadır? Pəs bunların hamısı gərək, əgər bir millət istəyir ki, millət olsun, hamısını gərək bir yerdə istəyə. Ya bir islah təpiklərin dövə yerə və ya qanunla mədəni halətdə. Amma در مورد جناب پزشکیان خب بالاخره پزشکیان 100 ildən sonra dəqiqən 100 ildən sonra hökumət سوم اسفندdən sonra ki 1304-də gəlir bir islah tacguzarlıq eləyir. Dəqiqən 100 ildən sonra bir dana rəis cümhur seçilir bu məmləkətdə ki, deyir ki, mən türkəm və türk zəbanam. İndi bu insan şayət tıpkı o qəvanini ki dedim, adətlərin üzüylə qanun olubdu, tədvin olub, qanuna təbdil olubdu, heç günə bir işi görə bilməyə. Amma əgər bu tədavüm tapsa, be istilah gələn dövrədə də, o biri dövrədə də, pezeşkiyan olmadı o birisi, o birisi olmadı o birisi, biz daha qoymayaq ki, bu rəyasəti cümhuri Azərbaycandan çıxsın eşiyə və o qudrətdə tıpkı o cəmiyyəti ki, özümüz deyirik, varıq 40 milyonluq, 35 milyonluq eləyə bildik bu işi görək. Bəli, bu bizə mənfəət gətirər. Bu gün mümkündür ay pezeşkan bir iş görməyə. Vəli sabahki, biri günkü o birisi getdikcə və bər əsas o fəaliyyət mədəni ki, millətin özünün içindədir, get özü düşər yerinə və o azadlıqlar üçün məddi nəzərdir, bir düzülər sapa və bir milləti bir islah millətlər sayında saya bilər. Çox məmnun, yorulmayasınız. Çox yaşayasınız, ürəyinizə sağlıq. Buyurun ay doktor Rəhman Bayraq. Biz ağay Pezeşkiyanı o zaman ki mərdumumuz intikhab edirdilər, yəni əksəriyyəti rəyləri ki Azərbaycandan verilibdi, biz görürük ki mərdumun çoxluğu da qatılıbdı bu seçkilərə, rəy də verilibdi. Böyük şahid nədən bu idi ki, biz məcbur idik ki, biləxərə iki nəfərin arasında birini seçək və bu nə yaxşı ki, öz həm dilimiz olsun ki, qabaqcan da bunun səvabiqində bir o damar ki, türklərin damarı vardı, bunda biz görmüşdük bunu. Düzdür, hərçən ki, o zaman Həzrəti Əli federalizmdən söhbət gəlirdi ki, bu sistemi hakimiyyət çox yaxşıdır. Və indi deyir ki, yox, mən federalizm demirəm, təmərküzlü dahi deyirəm ki, sistemi siyasətdə biz bilirik elə təmərküzlü dahi həmandır, vəli müşəxxəsdir ki, fişar altındadır
və bu dalı oturur öz dediğindən. O zaman da biz heç intizarımız yox idi bu, yəni fikir eləyək ki, bəli bir nəfəri türk gətiririk ki, bizim dilimizi rəsm eləyəcək. Heç kəsin bu intizarı və bu təvəhhümü də yox idi. Əslində bu bir manovr idi. Yəni rəzmayış ilə farslar bir əl qızdırmaq idi ki, biz özümüzü özümüzə isbat eləyək ki, aya bizim bir gücümüz vardı. Bu İran fəzasındakı islah tələbdir, oppozisyondur, bilmirəm usulgəradır. Bir yeni bir güc ki, bu da hüviyyət tələblər Azərbaycancılar ya türkçülərdilər. Bunların da bir gücü vardı, eləyə bilir özün ərsəyə gətirsin, isbat eləsin. Və bu bizim yekdəst olmağımızda da çox səbəbi var idi. Yəni mərdum istəmirdik ki, bir tədad desin veririk, vermirik, bunlar onları suçlasın, bunlar onları suçlasın. O mövqeyiyyətdə biz öz şəxsi şayət baxışımızdan da keçirik. Bilə-bilə ki, bu iş şayət düz olmaya, amma bərain ki, o birliyimiz pozulmasın. İndi burada ağay Quşçinin bir sualı var idi ki, hangi altyapılar, nə mənələr? Elə biri bu idi ki, biz təxribat eləməyək. Burada 6-7 nəfər indi söhbət elədi. Mən bəlkə onların bəzən ədəbiyyat ya kəlmələr işlədirdilər ya baxışları ilə, yorumları ilə də bir olmayaydım. Amma heç zaman təxribat eləmirik. Biz nəqd eləyə bildik, oturub bunları danışa bildik. Amma təxrib eləmirik. Bu əsas bir məsələ idi. Bəzən də burada məsaili məsələn mətrah olur ki, onlar da uzun zaman istəyir ki, söhbət eləyək. Bu pullularımız ki, pul verilən mədrəsə məgər aça bilərlər, məgər qanun buna icazə verir. Bunları da gərək danışaq. Amma əsas məsələ budur. Məqsəd qışı xaksərisi ki vardı məğzin 2000-ci il ayrı bir yerdə şəkil tapır. Əsəbşünaslar deyirlər ki, həman yerdə şəkil tapır. Yəni dil hüzursunda deyil ki, məğzin bir bölümü var, beynin bir bölümü var ki, orada dil orada şəkil tapır. Yox. Bu ikisi fərqli bir yerdə. O zaman ki, hətta bir asibi yetişir beyinə, məsələn, məğz dayanırdı, yəni ixtilal olur orada, səkdə edir məğzi, qan olur. Onda biz görürük ki, əqlə bu 2000-ci il aradan gedir, gedir tənzimat əvvəliyyə, yəni ana dili ilə danışır. O qədər bunun təsiri vardı. Ehsasda, düşüncədə, istintacda. Yəni tək bir dil deyil, bir hüviyyətdir. Yox, bu olmasın, olsun rəsmi dillə danışır. Əgər sən bu etiqaddasan, onda ingilis dil öyrət ki, uşağıma lap yaxşı olacaqdır. Amma bunun əsas rişələri var. Bir üçün ağay Pezeşkiyandan biz söhbət edirdik. Biz bu hovzadan istəmirəm çıxam. Yəni gedək o birisi hovzalara dil konusunda ağay Pezeşkiyan gərək müsəccin kimi əməl eləməyə bizə. Yəni biz elə dilxoş olaq ki, bir dənə şeir deyəcəkdi hərdən. Bu bizə haqqı verməz bu cürsünə. Düzdür, çox şəxsiyyətli bir insandır. Düzdür, bunun olması olmamasından yaxşıdır. Amma bu sərabı biz gərək götürək millətimizin baxışından ki, ehsas eləyirlər ki, bir ittifaq düşəcək sistemi ki, kompaniya heyətində şərq gətirib, o sistem da silsilə Qacar gələcəkdə, bilmirəm Pəhləvi gələcəkdə, Cümhur İslamı mühüm deyil. O sistem icazə vermir ki, bu ittifaq düşə. Şayət deyirsiniz Kürd moridində, bəli, Kürd moridində o həssasiyyət şayət olmuyor. İllət budur ki, Kürdlər dağınıqdılar. O belə bizə tay kökləri dərin dəyri, sayğılı bir millətdilər. Amma vaxtı Türkiyə də onlarla təzad mənafiədədir. Əraq da, Suriyə də, İran da. Ona görə o belə ciddi xətər ehsas olunmur. Ta bu jeopolitik baxımından baxanda iki ölkə vardı ki, biri də müstəqil olubdu Azərbaycanın şimalı. Sonra da hələ köməkləşiblər Türkiyə ilə birlikdə gediblər Qərabağı da azad ediblər torpaqların. Bəli, bu hər dövlətə bir xətər yarada bilər ki, siz sisəklərin hərəkəti əmniyyəti təbir ola bilər. Biz müxalifik, yəni şəxsən özümü deyirəm, mən müxalif bağım ki, Urmuc gölündə məsələn siyasi baxımından. Dil konusuna siyasi, hər zadı siyasi ki baxılmaz. Amma vəziyyət də bu cürsünadır ki, bir belə marklar təciyə tələbdir, Əliyevdan $200 alır, hələ tazası çıxıb Panturkullahi, Pantürkism, qovmgəra, təhrik qüsəl qovmiyyəti, تضعیف نظام جمهوری اسلامی، نشر اکاذیب، تحریف تاریخ، تضعیف زبان milli, تضعیف حاکم. Bunlar baxın Cümhur İslamı bundan diskinmir ki, Pəhləvisi hətta qəşə fəaliyyət eləyir İran içərisində. Nə qədər çox da azadan işləyirlər. Dünənlərimə Ay Turəz Dəryayıdan danışırdılar. Ay Turəz Dəryayı məsələn Zərtuşti bir fərd gəlir kamilən də şahənşah rejimi, şahənşahın əslində teorisyəni də Sasani əsasında. Bunun kitabları indi
danışılır da, satılır da, tərcümə olunur da, İran hökuməti də bunları köməklər. Baba bu pəhləviçidir axı. Onda məsələ yoxdur. Amma bu türkdə bir məsələ vardı. Mən sözdən çıxmayım, fəqət bunu deyim ki, müsəkkin əməl eləməsin ay Pezeshkyan. Bu yüzden ki, vədə vermişdik ki, ay Pişəvəridən bir söhbətlər ediyək. Bu da uzun olacaqdı, yəni zamanımız çatmayacaq. Amma bütün sözlərimi söymərəm ki, tocuhlə ki, bu gün vaxt olmadı, ayrı zaman. Hətta bunun bir qisməti danışığın ki, Ruznamə-i Azərbaycanda Pəncşənbə 13 şəhrivar 1325-də şumarə 1-290-2000-ci dövrədə danışılıb və çap olubdur. Ondan bu qisməti oxuyum ki, husn-i xitam olsun, sözümün qurtuluşu olsun və bu sözüm də, vədəm də yalan çıxmasın. Sözlərinin içərisində bunu deyir. Deyir, ikinci məsələ dil məsələsidir. Bu məsələ bizim üçün ölüm-dirim məsələsidir. Dil məsələsi ilə bilirdik, xalqı öz ətrafımıza toplayaq. Ona görə dil məsələsini birinci dəfə ortaya qoyduq. Çalışdıq ki, uşaqlarımızı yad dildən qurtaraq, yad yəni biganə. Və öz tarixçilərə ki, bizim dilimizi aradan aparırdılar və deyirdilər ki, bunların dili yoxdur, bunların dili fars dilinin şöbəsidir. Biz isbat edək ki, bizim dilimiz müstəqil dildir. Azərbaycan dili fars dilinin şöbəsi deyil. Bu dili danmaq həqiqəti danmaq kimidir. Bizim içərimizdə bir iddia adamlar vardı ki, özü fars dilini bilmir, deyəndə deyir ki, mənim dilim fars dilidir. Mən demirəm ki, fars dili pis dildir, lakin mənim dilim Azərbaycan dilidir. Öz dilini danan Azərbaycanlı xain deyil, nədir? Bizim özümüz üçün iftixaratımız vardır. Biz bütün töhmətləyənlər ilə mübarizə edib və onları həmişəlik məğlub etdik. Biz Tehran ilə danışıqda müvəffəq olduq ki, bütün orta və hətta ali məktəblərdə və idarələrdə Azərbaycan dilicə yazılsın. Biz böyük iş görmüşük. İllər boyu kök salan qara təbliğatın üstünə qırmızı xətt çəkmişik. Bizim dilimizi Nehzətdən qabaq o qədər məhdud etmişdilər ki, teatrlarda fars dilində aparılırdı. Ona görə də xalqda teatra rəğbət göstərilmirdi. Xalq indi musiqi və teatra çox rəğbət edir. Çünki indi öz dilindədir. Bu bir qisməti Ağay Pişəvərin suxanranlığından idi. Birinci il dönümündə firqənin Dövlət Teatr salonunda. Bunu mən Ruznamə Azərbaycandan oxudum. Sözü burada qurtarıram, çünki bilirəm zamanımız azdır. İstifadə elədim. O birisi dostların söhbətindən də yaxşı gecəsi olsun inşallah. Çox yaşayasınız ay doktor. Bilirəm bəzi zatlara toxunulmadı, amma hər halda bu qədər də çox ərzişli idi. Əzinci tamam ziyalılarımız vaxtlarını verdilər bizə. Ay Əliza Ərdəbili cənabları, sizi buyurun eşidək. Çox sağ olun Kemal xanım, bütün dostlar ki danışdılar. Gözəl söhbətlər üçün, gözəl otaq üçün öyrənməli idi. Həqiqətən faydalı bir otaqdır məncə. 2 gün bundan qabaq Cuma axşamı gördük. Təbrizdə Ətləs Alışveriş Mərkəzində o ana dili məsələsinə, o görüldü. Yəni bu biz hesab ediyoruz. Biz 1980'de İran-İraq müharibəsini tutanmağa və Sovyeti dağılmağa, hər ikisi üst-üstə düşürdü. Orada bizim indiki hərəkətimiz o vaxt, indiki dalga başlayır. Onda dostlar, biz hələ bir şey bilməydik. Alan düğünləri bizim 35 yıl tarixdən bizi ayrı, acı 35 yıldakı, 36-37 yıl. Bizi ayrı, bu təcrübə, bu müddətin ərzində ki, bizim millətimiz nəyə həzinə verir? Bax, görüyorlar, musiqi klasları, rəqs klasları, ana dili klasları, əl işləri, bu diktorluq klasları, bu yəndəlik, zırnaq klasları. Bu cür şeylərdə nəqqaşi sərgiləri, teatrlar ki, mən işarələdim, teatrlar ki, cəmaat bir tane gedib, bir də görürsən ki, bir dənə teatra 100.000 nəfər baxıbdır, böyük rəqəmdir. Bu İsveçin özündə bilirsiniz, operanın biletlərini, hər bilet ki, opera Stockholm satır, onun müqabilində qabaqki rəqəm 120 euro idi ki, dövlətdən yardım alır. Ki, özünü təmin edilməz. Azərbaycanda gətirki ölək yardım yoxdur, Güney Azərbaycandan. Bununla belə, yəni o sahələrdə bizim millət qabağa gedir.
O şeylər ki, həzirəsi yoxdur. Traktordur, ondan qabaq qələbə idi. Ondan sonra tumar yazmaq olubdu. Bir də bu dediyim klasslar filan da. Bunun hamısı bir dənə sözü bizə ki, hansı səviyyədə bizim millətimiz fədakarlıq eləməyə, həzirə vermək. Bu dediyim səviyyələrdədir. Ayrı şey, artıq şərait dəyişə bilər, mütləq dəyişə bilər. Bunları bilmiyoruz. Biz o birisi tərəf, bəzi şeyləri millətimiz hara ki aparır, bu hərəkəti, bu milli oyanışmanı, bu milli bir dənə kültürel millət olmağı, kültürel mənada millətləşməyi ki, oxşamır Kürdünkünə, Bəlçinkünə, Ərəbinkinə, Türkmənçilərə də oxşamır. Yəni Türkmənçilərə vəziyyətindən də xəbər üzrədir. Onlara oxşamır. Ona görə beləncə bir dənə mühitdə bizə bugün biliyor. 35 il qabaq bilmirdik. Necə ki, İslam məsələn 1400 ildən qabaq bir dənə kitabıdır. Bugün 1400 ildən sabıqə var. Ya məsələn komünizm məsələn 1848-də bir dənə kitabıdır, manifestidir. 1848-dən bir dənə bir təcrübə var, 200 illik oxum təcrübə vardı. Bizə də şamildir bu. Bütün bizim təcrübəmiz də vardı. O təcrübədən də təxmini mən nəticələrimi aldım. Çox sağ olun, hörmətli Ərdəbil cənabları. Ay mühəndis Raşidi, sizi eşidək qısa, sonra Əlibəy Süleymanini, Arazbəy Süleymani. Buyurun, Ay Raşid. Bəli, arz olsun ki, mən də çox uzatmayacağım sözləri. Burada faqat iki mövzuya balaca işarə edeyim. Cəlalə xanım buyurdular ki, Ay Pezeşkiyanın əlindən bir iş gəlmir və yaxşıdır ki, istefa versin. Amma biz bu məsələni nəzərdə almalıyıq ki, hər zəki Ağay Pezeşkiyan bu şəraitdə, biz bilirsiniz, hər bir şeyi gün şəraiti ilə ölçüb biçirik. Nəinki ideallarımızla. Gün şəraiti ilə ölçüb biçirik. Hər zəki Ağay Pezeşkiyan bu günləri istefa verdi. İstefa verəndən sonra bizim əlimizə nə gəlir? Yəni, fərzən Ağay Pezeşkiyan gedəndən sonra bir ayrısı gəlsə, biz hansı imtiyazları ala biləcəyik? Biz əlimizə nə gələcək? Məsələn, Cəlili gəlsə, bizə Pezeşkiyandan daha çox imtiyaz verəcək, ya o şeylər ki, biz istəyirik ki, ona heç olmasa bir əlimiz çatacaq. Yox, biz gün şəraitini nəzərə alaraq deyirik ki, Pezeşkiyan feyli halda bu şəraitdə gün şəraitini nəzərə alaraq uyğun bir şəxsiyyətiniz, vəziyyət, hakim vəziyyətdə. Yoxsa təbiidir ki, bizim bütün istəklərimizi istəsə də o ala bilməyəcək. Amma heç olmasa bəzi şeylər, məsələn, misal üçün Ağay Pezeşkiyanın verdiyi vədələrindən biri bu interneti azad eləməkdir. Amma onun gücü çatdı, WhatsApp-ı azad elədi. Amma o birisiləri azad eləyə bilməyib. Bizim məsələmizdə elə budur. Feyli halda bu şəraitlə fərzən Ağay Pezeşkiyan gedib o şeiri oxuyur, ya xeyr, o ikinci şeiri oxuyur. Bu qədər eləyə bilir feylən. Bundan artıq eləyə bilmir. Amma şərait əgər münasib olsa, müsməyinən bundan artıq eləyə bilər bu işi görə. Ondan sonra ikinci məsələ ki, Cəlalə xanım buyurdular ki, bizim adamlarımız eləyə bilər ki, çünki mali cəhətindən qüdrətli adamlarımız var, xüsusi mədrəsələr açdılar. Cəlalə xanım, siz içəridə olmadığına görə, ona görə içəri şəraitindən fikirlən bir miqdar bəzi bu məsələlərdə əlbəttə bir miqdar tanışlığımız azdır. İçəridə əslən biz uşaqlarımıza öz Türkiyə adımızı qoya bilmirik. Ona çətinlik çəkirik. Yaxud dükanlara Türkiyə ad qoya bilmirik. Gəlib ixtar verirlər, adı götürürlər. Yəni o qədər şəraiti ağırlaşdırırlar. O tərəf ki, Türkiyə dilində dükana ad qoysun, gəlir adı götürür. Ona görə hətta bir neçə il bundan qabaq, bir 2-3 il bundan qabaq Azərbaycan ustandarları, Şərqi Azərbaycan Ərdəbil ustandarları dedilər ki, pilot ünvanında Türkiyə dilində biz icazə verin, bir iki dənə mədrəsədə, Təbrizdə, Fərzən, Ərdəbildə, Gəzəncanda öz büdcəmizlə, yəni adətdə bir halda ki, bu büdcəni, yəni qanun əsasının 15-ci əslində bəhs olanda da qərardır, bütün bu büdcələr ki, dil məsələsinə qoyulacaq, 15-ci əsl icra olmağa, dövlət bunu təqabül eləyər. Amma ustandarlar özləri dedilər, xüsusi olaraq pilot ünvanında biz həzinəni özümüz qoyaq, amma pilot ünvanında gəlsinlər, bu mədrəsələrdə heç olmasa biz oxusunlar ki, görək işi nə cür qabağa apara bilir. Onu da icazə vermədilər. Yəni o mütləq qərarlıq, o demək olar ki, o
İran şəhəri təfəkkürü o qədər hakimdir ki, ona da icazə vermədilər. Ona görə belə bir məsələlərdə də çətinliyimiz vardı bizim içəridə. Hətta o xüsusi mədrəsələrdə ola bilməz. Çünki xüsusi mədrəsələr ki, heç elə bəzi o adam özündən deyəndə ya özünü öymək fikrinə gəlir, bəzilər mümkündür. Amma mən 1380-81-ci qədər danışqahda fوق bərnamə klaslarındakı öğrenciler özləri öz ciblərindən xəzinə qoyurdular. Gedib orada mən dərs verirdim. Bir qramdakı birindən almırdım ki, amma klasların fوق bərnamə. Ona da icazə vermədilər ki, biz orada nə dərs verirdim? Fəqət elə öz dilimizi öyrədirdim. Bu ayrı bir şey də yox. Yəni içində nə siyasət vardı, nə ayrı şey vardı. Bəzi oxub ya tarixdən deyirdim. Ondan sonra əsl dilimizin qrameri nəzirdir, dəsturu nəzirdir, hansı dillər sırasındadır, ondan sonra cəm əlaməti nədir, sual əlaməti nədir, bunları dərs verirdik, ona da icazə vermədilər. İstəyirəm deyəm ki, bizim şəraitimiz hətta bu həddədir. Sağ olun, elə bil ki, mənim səsim gəlmədi. Ya səsimi eşidirsiniz, ya yox. Çox gözəl və çox dəyərli söhbətləriniz tamamilə eşitləndi. Çox gözəl. Sağ olasınız, elə bu Sağ- qədər məndən. Siz də sağ olasınız. Təşəkkür edirəm. Otağımızın axırıdır. Araz bəydən bir dəqiqə eşidək. Özgür bəy üstədə təşrif gətiriblər. Araz bəy bir dəqiqə sizi buyurun eşidək. Sağ olasınız Kimiyə xanım. Mən gəldim sizə fəqət məxsusən sizdən və başqa dostlardan təşəkkür edirəm. Mənim şəxsi məsailim, müşkilatıma rəğmən o otaqlara gələ bilməyəm. Məsələn, fəaliyyətimi çox azaltmışam. Mümtəha məratib bəzi dostlar intizarları vardı. Pizişyan olmasa yaxşıdır və pizişyan da əlində heç iş yoxdur. Mənim nəzərimə pizişyanın əlində iş yoxdur, vəli təsiri çox var. O görülən və görülməli təsiri çox vardı. Batı Azərbaycanda vardı. İkisi də ustandarların ikisi də Kürt idi. Bu ifradi Kürtlərdəndir. İkisində əvəz olundu. Və bəzi şeylər pizişyan mümkündür özü əslən ağzına gətirməyə. Vəli camiyəmizdə bizim Azərbaycan xalqının içində bir cərəyan vardı. Yəni Döktür Pizişyanın olması, Kəlan zadı da olmasa bəzi dostlar və haqları da vardı, bəli təsiri vardı. Mənim dostlardan xahişim budur ki, dostlar baxın, bizim indi vəziyyətimiz budur. Sayın Həsən Raşidi bəy dedi. Bizim indi vəziyyətimiz budur. Biz bir məmləkətdəyik, ya biz ki yox, bəli millətimiz bir məmləkətdədir ki, bəzi realitələr vardı, bəzi həqiqətlər vardı, çox səhətlər vardı. Biz gərək əlləşək, ayrılmayaq bir-birimizdən. Bir dənə təşkilat quraq, görəsən əvvəlminci zadı ki, ayrılmaqdır. Təfriqə əfkənanədir, hansıdır bu? Pizişyanı biz bu ünvanı təfriqə əfkən qərar verməyək. Biz yol tapaq və fürsətdən istifadə edək. Pizişyanın orada olmağından istifadə edək. Yolları da vardı. Mən dostlardan, o bilici dostlardan, o qabaqcıl dostlardan, bağışlayın, mən danışa biləyəm, çoxdan danışmıyorum. Qabaqcıl dostlardan xahişim budur ki, yol axtarsınlar. Pizişyanı vurduq, saldıq. Sonrası Pizişyan istefa verdi. Sonrası mənə buyurur, yazınız görək, sonrası nə eləyəcək? Biz 43 ildir bu hökumət orada nə eləmişik? Pizişyan 3 ay gəlmişik. Pizişyan gəlib məsələn mədrəsə açılmağın qabağını alıbdır. Baxın. Xahiş edirəm ki, dostlarımızdan vaqiyyəti dərk eləyək, Pizişyanın vücudunu orada dərk eləyək, nə bilim o birisilərini dərk eləyək, özümüzü də dərk eləyək, millətimizi də dərk eləyək və millətin başarmağını da dərk eləyək. Və çox da Sayın Əlirza bəy dedi, Sayın Həsən bəy dedi, Sayın Obrislər də dedi və feylən düz yoldayıq biz. Bəzi dostlar çox tələsirlər, deyirlər, biz Pizişyanın gəldi bu hökuməti zad elədi. Hökuməti babacan, biz zaman ümid bağladıq Rusiya, Şurəviyə, yaxşı o cür oldu. Mən qutarıyam Sayın Kimiyə. İndi də Trumpa ümid bağladıq, onu da gördük. Biz vaqiyyəti dərk eləməliyik və vaqiyyətlə millətimizi bir yerə toplamalıyıq əziz dostlar. Mənlə bu qədər Kimlə var.
Çox yaşayasınız. Özgür bəy, fərmayışınız olacaqdı bir qısa. Yaşasın deyirəm Kimi xanım bu gözəl otaqlara, qonaqlarınızın hamısının yaşasın deyirəm bir daha da. Dostlar, mən fəqət bir dənə bir cümlə deyəcəm. Çünki eşitdim, nə o sözlər ki, mənim ürəyimdə vardı. Yəni bir parasını dostlarımız dedilər. O vaxtı nəzərdə alaraq istəyirəm o ana dil, siyasət və pezeşkana görə bir söz demiş olam, bir dəqiqədən az. Dostlar, əgər biz siyasi bir iş görürük və özümüzü siyasi adlandırırıq və siyasətin müxtəlif məniləri vardır. Məsələn, bərabər sağı göstərib sol vurmaq, nitüzlü olmaq, düşmənə, qarşımıza duran qaba. Bu siyasətin anlamını nəzərdə alaraq və bunu bilərək ki, pezeşkan min bir nədənə görə fərz eləyək, üstdən biriləri qoyubdur bura, indi bizə bir dənə fürsət açılıbdır. Bu fürsətdən hansı siyasətmədar istifadə eləməz və kimlər istifadə eləməzlər? Bir dənə də sual deyim, ondan sonra da Kimi xanım yaşasın deyim biləsə. Nədir ola bilir ki, bu günləmə Sedav Simai mərkəzdən bir dənə xanım birinci kanalda çıxır, deyir ki, dövləti təhvil verin, başarmısınız dövləti təhvil verin, gedin. Bəs üstə bir dava vardı. Biz bu davanı görməliyik ki, kimlə, kimin arasındadır və bu davaların arasından yaranan fürsətdən istifadə eləyək. Burada düşünürəm ki, heç kəsin çox amiyanə desəm bəşliyin ağzının su axmayıbdır ayı pezeşkiyan gəlməsindən. Bəlkə hər kəs öz payına, savadına düşən qədər çalışır ki, bu yaranılmış fürsətdən istifadə eləsin. Bəlkə sabah böyük bir hərəkətlər oldu. Bu günləmə də bizim də adamlarımız vizarətxanalarda da vardılar və nümunələri də nəminədə işarə elədilər ki, Batı Azərbaycanda nəminədir Rıza, Batı Azərbaycan bugünkü nəminədir ustandarı gəlib siz deyən, mən deyən olmasa da ən azı gedən prosesin qabağında dura bilibdir. Yaşasın deyirəm Kimi xanım, mən Ay Pezeşkiyandan yanıyam və himayət edirəm, şəxsi öz nəzərimdir, amma o məniyə dəyir ki, nədir? Mən bunu həmişə də himayət edəcəyəm. O zamanacan ki, Türkün, Azərbaycanın, millətimizin milli istəklərinin doğrultusunda bir işlər görə bilinir, görülür, mən arxasındayım. Olmasa sabah %100 də qarşısındayım. Yaşasın deyirəm, buyurasınız. Hər halda bu dil əcdadımıza bizə qoyub getdiyi ən qiymətli mirasdır. Onu gözlərimizlə tək-tək qoruyub nəsillərə biz də hədiyyə verək. Hər vaxtınız xeyrə qalsın, musiqini eşidək və otağımızı bağlayaq. Buyurun.